Dostlar salam. Excel VBA ilə Class modul dərslərimiz sonuncu dərsi ilə davam edir. Bugün artıq sonuncu dərsimizdir və bu dərsdə indiyə qədər öyrəndiklərimizi bir yerə toparlayıb onları real bir case'də, yəni həqiqi bir case'də necə bir istifadə etmək olar və onlar bizə nə üstünlük qazandırır, necə rahat kodlar yazmaq olur, onları bu dərsdə göstərməyə çalışacağıq. Dostlar, bu dərs üçün əslində əvvəlki dərslərimizdə olan kateqori product, həmçinin customer order və kimi bir table'lar əlavə etmişik. Hətta bunları daha aydın olsun deyə mən istəyirəm ki, bunları Draw.io üzərində bir göstərməyə çalışım. Hansı ki, kateqoriyalarımız var, produktlarımız var, həmçinin customerlarımız var və bunların ortaq nöqtəsində, yəni orders cədvəlində, hansı ki, sifarişlər cədvəlində bu birləşir. Təxmin edirsiniz ki, artıq məhsul cədvəli var, məhsul cədvəlləri, kateqoriyalarda nə var, həmçinin də customerlarda, yəni nələr var, hansı məlumatlar olur və onların sadəcə məlumatları, yəni bir müştəri hansı bir məhsulu alır, hansı tarixdə və nə qədər alır və onları orders cədvəlində biz bu şəkildə toparlayırıq. Dostlar, bu diaqramlar üzərində görüntüsü idi. Həmçinin mən bunu istəyirəm ki, dənə-dənə də eyni qaydada table'lar üzərində də göstərim. Hansı ki, hal-hazırda kateqoriya cədvəlini görürsünüz və fikir versəniz ID və name-dən ibarətdir və bir neçə dənə kateqoriya var. Həmçinin product cədvəlimiz var, məhsulların müəyyən məlumatları, maya dəyərindən satış dəyərinə qədər həmçinin hansı kateqoriyaya aid olduğu da burada görünür. Və həmçinin customer cədvəlimiz var. Deməli, müştərilərimizin adlarından doğum tarixlərinə qədər olan ərazi, deməli, table'lar və yaxud ki, sütunlar, yəni table'ın sütunları və həmçinin də ən sonda isə order cədvəlimiz var. Bu order cədvəlində isə fikir versəniz, məlumatların deməli, hansı sipariş, yəni bunun biri bir sipariş deməkdir. Hansı tarixdə, deməli, neçə miqdarı nə qədərdir, hansı məhsul kim, hansı customer alıbdır, bunlar da fikir versəniz dostlar, burada ID şəklində, yəni ID-lər şəklində burada toparlanıbdır. Yəni biz normalde gözləyirik customer'ın adı familiyası yazılsın, lakin ID məsələdir ki, customer'ın, yəni təkcə adı familiyası deyil, yəni ondan başqa digər məlumatlar da var. Onları getirib də orada cədvəlini toplamaq mənasızdır. O səbəbdən onları one-to-many əlaqə tipində başqa bir cədvələ çıxarmışıq. Eyni qaydada product da yəni buna aiddir. Bu şəkildə dostlar, yəni bir deməli qarşımızda bəzi table'lar var və indi biz bunları ən azından burada görmüş olduğunuz düymələr, new order var, update order və remove orderlar var. Ən azından orderlar üzərindən idarə etməliyik. Dostlar, təbii bu faylı daha da böyüdə bilərsiniz. Bu proyekti daha da genişləndirə bilərsiniz. Hansı ki, kateqoriyanın idarə olunması ola bilər, produktların artırıb azalması, buradakı quantitləri, unit price'ları, sales price'ları idarə edə bilərsiniz. Həmçinin müştərilərin məlumatlarını idarə edə bilərsiniz. Lakin biz bu dərsdə ən axırıncını, yəni order əsas, yəni satışın özünü idarə edəcəyik və hamısını deyil də, sadəcə new order edəcəyik və istəyirəm ki, update order və remove order'ı da siz özünüz edəsiniz. Hətta sizin üçün də bir challenge olsun, necə deyərlər və həqiqətən də dərsi başa düşmədiyinizi, bu prosesi mənimsədiyinizi bir yoxlamaq üçün mən burada sadəcə new order'ı biraz daha qəliz olan deyək, yəni digərlərinin nisbətən daha önəmli olan new order üzərindən bu dərsi danışmağa çalışacağıq. Yaxşı dostlar, o zaman gəlin çox uzatmadan ilk öncə elə necə ki Excel faylını sizlə tanış etdiyim kimi istəyirəm ki VBA faylını da sizlə tanış edim. Dostlar, VBA faylında artıq bütün deməli user formlar, misal üçün elə new form üzərindən gedək, yəni new order üzərindən gedək. Dostlar, yeni deməli satışın, yəni new bir order'ın əlavə edilməsi üçün lazım olan bütün pəncərələri burada artıq siz görə bilərsiniz. Hansı ki, mən bu deməli user formu run etdiyim zaman bizim istifadəçimiz satışın tarixini, onun quantity'sini bu şəkildə belə produktın adını buradan seçəcək, birazdan dolduracaq və produktın adını seçdiyi zaman dostlar, bu yan tərəfdə produktın cari sayı nə qədərdir, onu göstərəcək. Çünki, misal üçün 5 dənə məhsul varsa, seçilən məhsuldan, onun təbii ki də 7 dənəsini seçə bilməz. Çünki ambarda olmayan, yəni sayı yetəri qədər olmayan məhsulu seçə bilməz. Həmçinin customerlardan da hansı bu müştəri, hansı müştəridir, bir laf deyilsək, onu da eyni qaydada seçəcəyik və add order etdiyimiz zaman bu gedib də həmin o satışların siyahısına gedib düşməlidir. Dostlar, bu satışların siyahısında da eyni qaydada əvvəldən satılan əlbəttə ki məhsullarımız var, fikir verirsən satışlarımız var.
onlara da bəri başdan göstərməlidir. Yəni mən bunu run etdiyim zaman, yəni bu user formu run etdiyim zaman bu satış cədvəlində, bu yekə ağ ərazidə yəni həmin o məlumatlar da eyni qaydada deməli görsənməlidir. Yəni ki, əvvəldən satışları görəcək, həm də bizim yeni satışları da o siyahının altına əlavə etmiş olacaq. Yaxşı dostlar, o zaman gəlin, baxın bu user form üzərindən getməyə çalışaq, yəni əsas dərsimizə işləyəcəyik. Həmçinin dostlar, bundan əlavə biz class modullarının hər birini artıq yaratmışıq. Yəni necə ki, hər bir table uyğun olan kateqori repository, customer və customer repository və digərlərini hər birini yaratmışıq. Hər hansı birinin daxilinə yəni girmək gərəkirsə, misal üçün order repository-yə daxil oluram. Keçən dərsdə düzəltdiyimiz, yəni get by order by ID olsun və ya class initialize'larımız olsun, set orderlarımız olsun və s. hamısı artıq burada hazırdır. Sadəcə burada dostlar bir dənə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Biz əslində bunu keçən dərsdə deməliydik, sadəcə unutmuşuq. Burada class terminate bölməsində biz sadəcə erase orders yazırdıq. Yəni gelib də class repository'nin arrayini təmizləyirdik. Dostlar, əslində bu şəkildə olmamalıdır. Çünki biz həmin bu deməli array daxilində sadə tipdən dəyərlər saxlamırıq. Biz birbaşa yəni hər hansı bir klassın obyektlərini saxladığımız üçün də biz onu sadəcə erase etməyimiz onun daxilindəki olan obyektləri nothing etmir, onu silmir. O saatdən ilk öncə həmin array içərisində olan bütün obyektlərin hər birini ilk öncə nothing etməliyik. Daha sonra deməli bu M orders'ın özünü, yəni ki array'in özünü deməli silməliyik. Bunu unutmuşuq dostlar. Bunu bu dərsdə mən şifahi təzədən yazıb göstərmək istəmədim. Yəni asan bir məsələdir. O səbəbdən bu şəkildə kodu yəni görə bilərsiniz. Dediyim kimi ilk öncə array daxilində olan məlumatların nothing edilməsi, daha sonra isə birbaşa yenidən array'in özünü silmək bu şəkildə daha tövsiyə olunan bir variantdır. Geri qalan məsələlər dostlar, get order by ID olsun. Həmçinin digər klasslarda, misal üçün product repository'də olan get product by ID-lər var, get product by kateqori ID-lər var. Həmçinin bunları əlavə etmişik. Bir də hər repository'yə deməli, get orders, misal üçün, bu array'i arxaya qaytaran. Çünki biz artıq array'lərlə işləyəcəyimiz üçün, yəni bu məlumatlarla işləyəcəyimiz üçün lazım olanda həmin bu array'lərə çatmalıyıq. Bu da, misal üçün, get orders kimi bir function ilə biz bu dəyəri geriyə deməli, qaytaracağıq. Bundan əlavə dostlar, sonuncu dərsdə keçdiyimiz database context anlayışı var və database context anlayışını artıq hər bir deməli, table üçün artıq yaratmışıq. Yəni bütün kateqoriyalardan tutun ordersa qədər onların əldə edilməsi, həmçində onların terminate edilməsini də burada təşkil etmişik və təbii ki də yəni demək düşünürəm ki, ehtiyac yoxdur əslində, amma hər bunlar arasında bayaqlar diaqramlarda göstərdiyim kimi müəyyən bir əlaqə tipləri var, one to many və s. Onların da hər biri aydın məsələdir ki, bu cədvəllərdə nəzərə alınıbdır. Misal üçün hər hansı bir product cədvəlini açaq. Baxın, produktun içərisində CLS kateqori adında bir artıq yəni one to many əlaqə tipini bəlli edən və ya ümumiyyətlə bir əlaqəni bəlli edən bu member variable-ı görə bilərsiniz. Misal üçün, bu daha çox şeydə görünür, ordersda daha çox yəni hiss olunur. Baxın, həm sales date quantity-dən sonra birbaşa həm produktun özünü deməli obyekt kimi, həmçinin də customer'ın özünü bir obyekt kimi artıq saxlamışıq. Bu da eyni qaydada bunlar arasında əlaqənin olduğunu bizə göstərir. Dostlar, bu da yəni VBA tərəfdə olan anlayışlar idi və bu klasslara aid olan məsələlər idi. Həmçinin user formları da idi. Bir də bu dərs üçün bizim videolarımıza əvvəlcədən baxanlar, dərslərimizdə iştirak edənlər bilir ki, bizim bir dənə də Common adında bir kitabxanamız var, kitabxana modulumuz var. Bu kitabxana modulda bəzi yəni ortaq istifadə olunan subprosedur və funksiyonları əlavə etmişəm. Hansı ki, bunlardan ən sadəsindən get last row var. Yəni son sətrin tapılması olsun istədilən səhifə və sütunda. Həmçinin burada generate ID var ki, birazdan bizə lazım olacaqdır. Yəni biz burada olan, misal üçün orderda olan ID-ləri gəlib əlimizlə bu şəkildə yazmamalıyıq. Yəni bu elə bir ID generate etməliyik ki, o heç bir zaman təkrarlanmasın. Bunu etmək üçün dostlar biz yəni bu generate ID funksiyasından da istifadə edəcəyik və lazım olduqca digərlərinə də baxmağa çalışacağıq və date picker modul adında bir modulumuz var. Bu date picker modulu əslində deməli bu adi
satış tarixlərini misal üçün yazmaq üçün ortaya çıxarılan bu pəncərəni idarə etmək üçün istifadə olunan bir məsələdir. Bunda haqqında da ayrıca bizim dərslərimiz var, videolarımız paylaşılıbdır artıq LinkedIn hesablarımızda və s. O səbəbdən düşünürəm ki, burada onlara toxunmağa ehtiyac yoxdur. Və bu şəkildə dostlar, VBA faylımız artıq hazırdır. Tamam, dostlar, o zaman gəlin birbaşa deməli öz dərsimizə, yəni dərsimizin əsas hissəsinə keçməyə çalışaq. İndi, deməli, dostlar, biz dedik ki, yəni New Order formundan başlayaraq, yəni əsas bunun üzərində işləməyə çalışacaq. Lakin dostlar, təbii biz birbaşa Run düyməsinə klik etdiyimiz zaman aydın məsəl ki, qarşımıza bu şəkildə bir pəncərə çıxacaqdır. Lakin dostlar, biz təbii həmən dəqiqə gəlirik, məlumatlarımızı tamam doldurmağa çalışırıq, amma fikir versəniz burada bizim produktlarımız yoxdur. Tamam, customerlarımız da yoxdur. Belə də ki, yazmağa da icazə vermir və biz add order etdiyimiz zaman da heç bir şey baş verməyəcəkdir. Və bayaqlar dediyim kimi də biz burada, yəni bu cədvəldə əvvəlcədən, yəni edilmiş satışları da bir görməliyik, tamam. Yəni onlar da əlavə olmalıdır. Yəni ki, dostlar, bu user form hələ açıldığı anda bu bölmələrdən bəziləri artıq hazır şəkildə doldurulmalıdır. Bu da artıq bilirik ki, New Order. Yəni bu formda biz gəlib də view code dediyimiz zaman hansı ki user formun click deyil də activate eventindən istifadə edərək tamam, biz bu yəni prosesi idarə edə bilərik. Yəni demək istəyirəm ki, bu user form activate olduğu zaman nə baş versin? Yəni misal üçün produktın məlumatları burada olsun. Əlimizdə hansı produkt məlumatları var? Misal üçün bu məlumatları var. Bunların hər biri gəlib də bu combo box'un içərisinə doldurulmalıdır. Həmçinin customer məlumatları da bu combo box içərisinə doldurulmalıdır. O zaman dostlar, gəlin başlayaq bunu doldurmağa. Misal üçün birinci başlayaq elə product deməli combo box əlavə edilir. Tamam, combo box. Okay, dostlar, yaxşı, bu product combo box'u biz necə əlavə edə bilərik məlumatlarını bura? İlk öncə artıq bilirik ki, biz dostlar, biz artıq gedib də birbaşa hər hansı bir səhifədə nəsə bir məlumat axtarmağımıza gərək yoxdur. Niyə? Çünki artıq bunların hər biri class modulu ilə gücləndirilibdir. Hətta class modullarının özləri də, yəni məsələn kateqori repository kimi bu ikililər hər biri də database context ilə də həmçinin gücləndirilibdir, tamam. Yəni ki, mən artıq hər hansı bir məlumata çatmağım üçün hər hansı bir tərəfdə nəsə, və ya hər hansı bir səhifədə nəsə axtarmalı deyiləm. Bunun əvəzində dostlar, nə iş görəcəm? Mənə database context-dən gələn, yəni bir məlumatı mən götürməliyəm. O səbəbdən db context adında as bir new cls birbaşa dostlar db context yazacağım, yəni new db context yazacağım. Çünki artıq birbaşa bunu istifadə edəcəyik, o səbəbdə hər hansı bir şərtə falan daxil deyil. Yaxşı dostlar, db context-dən bizə nə gəlir? Baxın, əsas məsələlərdən biri budur. Bunu göstərmək istəyirəm. db context dediyimiz zaman və biz fikir verin, bizə təbii ki də məhsullar lazım olduğu üçün biz məhsulları seçəcəyik və products dediyimiz zaman dostlar və onu da nöqtə dediyimiz zaman baxın, get products adında bizə bir metod verilir. Hansı ki, bayaqları göstərdiyim kimi products cədvəlinin, yəni products deməli bu funksiyasının içərisindən biz get product yəni metoduna çata bilirik. Bunun da səbəbi nə idi? Yəni göstərmək gərəkirsə bir təkrar olsun. Baxın, db context içərisində products adında bir funksiyamız var. Bu products funksiyası özündən CLS product repository'ni geriyə return edir. Diqqətlə baxın dostlar, product repository'ni geriyə return edir və onu initialize edib, xüsusilə fikir versəniz, onu initialize edib də, yəni new edib də geriyə qaytarır. Bəs yaxşı, product repository içərisində nə var? Bir dənə onu da yenidən baxmağa çalışaq. İndi fikir verin, product repository içərisində isə bizim məhsullarımızın ərreyi var, yəni obyekt olaraq və həmçinin də digər metodlar, public get product by ID var, product by category ID var və ən sonunda isə get products olaraq məhsulların hamısını bir product tipindən, CLS product tipindən olan bir array daxilində mənə geriyə qaytarır. Artıq dostlar, mən bunu bu şəkildə bir yazı yazdığım zaman mənə əslində dostlar, bax bu səhifədə, yəni product səhifəsində olan hər bir sətri obyektə çevrilmiş bir şəkildə mənə geriyə qaytaracaqdır. Dostlar, obyekti çevrilmiş şəkildə geri qaytarmaq o deməkdir ki, mən bu məlumatların hər birinə rahat bir şəkildə, yəni sərbəst bir şəkildə çata bilərəm. Yaxşı, çatdıq. Nə iş görəcək dostlar?
biz bunların hər birini dənə-dənə, yəni bu combo box içərisinə toplamalıyıq. Dostlar, təbii ki, dənə-dənə toplamaq dedikdə artıq söhbət nədən gedir? Yəni biz bunların hər birini, yəni üzərində addımlayıb, yəni bu array üzərində addımlayıb da hər birini bu combo boxun içərisinə əlavə etməliyəm. Dostlar, bunun üçün mən təbii siz burada for i-dən də istifadə, yəni adi loopdan da istifadə edə bilərsiniz, amma mən for each-dən istifadə edəcəm və for each hər bir item, yəni nəyin hər bir itemi, hansı ki DB context, products, get products'ın hər bir itemini mən nə edəcəm, üzərində addımlayacağam. Artıq bu item, dostlar, get products'dan gələn hər bir product obyektini özündə ehtiva edir. Yəni ki, mən hər bir addım etdikcə, bax, bu sətirləri bu obyekt şəklində başa düşəcəkdir. Yəni, bu item özündə bunu bir obyekt olaraq, bunu hər bir addımda digərinə keçib də hər birini bir obyekt olaraq götürəcəkdir. Dostlar, götürdükdən sonra nə iş görək? İlk öncə elə combo product'ı bir dənə add item eləyək. Dostlar, combo product'da bir add item o deməkdir ki, bu combo box içərisində bir dənə yer ayırıram. İndi həmin o ayrılmış yerə, amma bu həmin ayrılmış yeri mən necə tapacağam? Bax, əsas məsələlərdən biri də budur. Dostlar, bu dərsin mövzusu deyil. Təbii bilməyənləriniz varsa ayrıca araşdıra bilər. Bunu bu şəkildə hansı ki list metodu vasitəsilə həmin əraziyə bir məlumat daxil etməliyəm. Bunu da combo hansı, yəni sətirdə hansı, yəni indeksə bunu edəcəm. Bunu da bu şəkildə list count metodu vasitəsilə, sadəcə list count metodu bizə produktın içərisində neçə dənə yəni sətir olduğunu bildirir. Bax, add item etdiyim üçün artıq bu 1 sayılır. Amma indekslər, yəni array məntiqində işlədiyi üçün, yəni arraydə olduğu kimi, yəni bu listlər də indeks məntiqində işlədiyi üçün plus 0-dan başlayır. O səbəbdən bunu mənfi 1, yəni çıxılsın 1 olaraq qeyd edəcəm. Dostlar, sütun olaraq da hələ ki 0 əlavə edirəm və burada artıq bərabər qoyduqdan sonra baxın, item'ın neyini, misal üçün product'ın neyi var? Product'ın name'i var. Yəni bu name'ini də burada istifadə edək, name deyəcəm. Dostlar, bax, bu şəkildə bir kodlama etdiyiniz zaman artıq siz, yəni əslində istədiyinizə çata biləcəksiniz. Gəlin dostlar, bu hissəyə qədər ən azından yoxlayaq. Təbii burada dostlar set db konteksti də həmən yerindəcə yəni öldürək və nothing deyək, işini bitirmiş olsun. Dostlar, gəlin baxın, sırf sadəcə bu yazdığımız kodun düzgün çalışıb çalışmadığını yoxlamaq üçün bir bu işi run etməyə çalışaq və dostlar, run düyməsinə klikləyirəm hər an. Dostlar, baxın indi deməli F8 ilə addımlayaq. İlk öncə DB context, yəni klasın üzərindən artıq keçdi. Bura gəlir, fikir verin dostlar, həmin hansı ki biz burada DB context products, get products etmişik, başlayır onu gedib əldə etməyə. Fərz edək dostlar, getdi, əldə etdi, biraz sürətli keçək bu hissəsini və combo productın içərisinə baxın dostlar, bir dənə add item etdi. Hətta gəlin onu sizə göstərim ki, necə add olunur, hər hansı bir, yəni bir sətir necə əlavə olunur. Baxın dostlar, normalda heç bir şəkildə sətirə klikləmək olmur customer'da. Lakin product'da fikir verin artıq göy rəngdə oldu. Bu deməkdir ki, artıq burada bir dənə sətir var. Bax, bu həmin sətir bizim üçün 1 deməkdir. Və 1 dedikdə, yəni 0-cı indeks deməkdir. Amma list count olaraq 1 deməkdir. Və sütun olaraq da yeni qaydada 0 deməkdir. İndi isə dostlar, item'ın özlüyündə nə ehtiva edir? Gəlin bir dənə də ona baxaq. Locals pəncərəsindən açıram dostlar. Locals pəncərəsində baxın, item'ın özü, baxın, product 1-in wireless mouse olduğunu həqiqətən də görə bilərsiniz. Həmin onu özündə ehtiva edir və onun nəyini, dostlar, name'ini, yəni ki, wireless mouse'u gedib gətirəcəkdir. Və dostlar, F8-dən addımlayanda, baxın, product yəni klassına keçdi və oradan name'i geri gətirdi. Onu da combo box'un içərisinə əlavə etmiş oldu. Dostlar, gəlin indi bir dəfə də combo box'un özünə baxaq. Baxın, dostlar, wireless mouse'u burada görə bilərsiniz. Və bunu dostlar sona qədər davam etdirirəm. Ən axıra kimi, yəni birbaşa F5 düyməsilə klikləyirəm. Hamısı əlavə edilsin. Hətta buna da ehtiyac yoxdur. Bu da üzərinə keçsin. Baxın dostlar, bütün məlumatların hər biri bura gəldi, toplandı. Bu da bizə fikir verin, çox qısa kodlar vasitəsilə necə məlumatı gətirib də sürətli bir şəkildə həmin combo box'un içərisində yığdığımızın bir nümunəsi idi. Dostlar, davam edək. İndi məsələ bilirsiniz nədir? Mən adları bura yığmışam. Əslində iş bundan bitmir. Səbəb var. Çünki biz aydın məsələdir ki, məhsulların adları üzərindən bir təyinat aparmırıq, düzdürmü? Yəni, biz əsasən orders cədvəlində fikir versəniz, produktların, yəni ID-lərini, customerların ID-lərini də əlavə edirik. Yəni, həmçinin bunlar ID-lərlə işləyik də, uzun sözün qısası. Yəni, biz burada produktın adını yazmaq ilə əslində biz işimizi biraz çətinləşdiririk. Biz hər dəfə gedib, misal üçün,
Bəli, produktın adını seçdim. Gətirib mən order cədvəlinə yazmaqdan ötürü təzədən həmin o produktın gedib də adından axtarış edib də həmin produktın ID-sini gətirmək məcburiyyətindəyəm. Bax, bunun qarşısını almaqdan ötürü biz elə bizim combo boxumuz doldurulduğu zaman eyni qaydada bu product combo boxunun gizli bir nöqtəsində biz həmin ID-ləri də gətirə bilərik. Nədir dostlar? Baxın, biz burada 0 yazmışıq. 0 bu yəni görünən hissəsidir. Yəni ki, bax, bu görünən siyahı bu 0 indeksi deməkdir. Lakin bir də bunun birinci, ikinci, yəni növbəti indeksləri də var. Əgər biz konkret combo boxun neçə sütundan ibarət olduğunu demədiyimiz təqdirdə, tamam, biz onları gizli saxlaya bilərik. Yəni ki, dostlar, gəlib deyəcəm ki, hətta bunların hamısını oradan kopyalayıram. Çünki hər şey eynidir. Bax, bu hissədə 1 desəm, yəni birinci indeks desəm artıq və burada artıq item yerinə, yəni name yerinə ID yazsam, bu artıq hide olmuş olacaqdır. İndi diqqətlə baxsaqlar, run düyməsini kliklədiyimiz zaman, baxın, produktın hər şey yerindədir, amma əslində, bax, bu sağ bir tərəfində, yəni növbəti indeksində əslində ID-lər də gəlib toplanıbdır. Hətta dostlar, gəlin bunu sübut edək. Hansı ki, biz, bax, misal üçün test olaraq bu combo boxdan nəsə bir məlumat seçdiyimiz zaman həmin onu bizim üçün çapa vermiş olsun. Görə həqiqətən də seçilən deməli, məhsulun ID-sini biz orada əks etdirmişikmi? Bu zaman dostlar, belə bir yazıdan istifadə edək. Product'ın list indeksi adında bir kodlama var. Hansı ki, bu product'ın list indeksi seçilən indeksi bizə geri qaytarır. Həmin bu indeksdən də istifadə edərək, yəni eyni qaydada list metodundan istifadə edərək, indeks olaraq elə list indeksi və sütun olaraq bu səfər isə bax biri, yəni hide olunmuş həmin o dəyəri geri qaytaracam. Gəlin baxaq və dostlar, run düyməsindən klikləyirəm. Gəlirəm dostlar, misal üçün notebook A5-i seçdiyim zaman, baxın, seçirəm product 2. Başqa bir şey seçək, officer deyəndə, baxın, product ID 4. Yəni həqiqətən də gizlənmiş bir şəkildə həmin o ID-ləri biz orada artıq əks etdirməyi bacarmışıq. Dostlar, bu çox yaxşı bir üsuldur. Yəni, xüsusilə ID-lərin dinamik bir şəkildə əldə edilməsində və bu şəkildə yaza bilərik. Dostlar, bunları əlavə etdikmi, biraz düzəlişlərini də etmək istəyirəm. Burada fikir versəniz, yəni combo product bir neçə dəfə təkrarlanır. Yəni, bunu burada hədəf etməyə ehtiyac yoxdur. Bunları bir viz daxilinə, yəni xaricinə daha çox çıxardaq. Bu şəkildə bir yazı yazaq və combo produktların hamısını buradan silirəm. Biraz daha kod, yəni daha sərgəli bir variant almış olsun. Tamam. Baxın dostlar, bir dəfə DB kontekst əlavə edilir və o DB kontekstdən istifadə edərək nədir? Product combo boxları biz əlavə edirik. Baxın dostlar, artıq bu sizə bir işarədir ki, artıq eyni qaydada siz customer cədvəlini də, yəni customer, deməli combo, deməli box əlavə edilir yazaq digər kimi və həmən with combo customer and with deyək və yuxarıda olduğu kimi dostlar for each eyni dəyişəndən item dəyişəndən db context nöqtə customerların get customerlarını əldə edəcəm və next item altdan xət. Dostlar, nə iş görəcək? Yenə eyni qaydada add item edəcək və təbii listinə eyni qaydada list deməli countuna və çıxılsın 1 0 deyəcəm və item nöqtə customerların deməli full name var. Tamam. Eyni qayda dostlar, digərini də, yəni ID-ni də gətirək. Bu da bu şəkildə burada hide olunmuş olsun. Gəlin dostlar, bu hissəsində yoxlayaq. Run deyirəm. Baxın dostlar, produktlar buradadır və həmçində customerların ad familiyaları da həmçinin burada yazılmış oldu. Dostlar, indi isə baxın, burada bizim kiçik bir düzəlişimiz də var. Hansı ki, produktı mən seçdiyim zaman burada həmin o produktın deməli cari vəziyyətdə olan quantitisi deməli görünməlidir. Gəlin o zaman onu da həmən düzəltməyə çalışaq. Dedik ki, bunun üzərinə, yəni bu combo box'un üzərinə klik etdiyimiz deməli zaman artıq o onu göstərməlidir. Dostlar, TB, yəni current quantity, hansı ki bu deməli text box'un adı TB current quantity'dir. Onun value'su nəyə bərabər olacaqdır? Baxın, əsl məsələlərdən biri budur. İndi dostlar, bunun üçün əslində biz produktın, baxın, seçilmiş produktın ID-sini tapmalıyıq. Hansı ki bu hide olunmuş bir tərəfdədir. Tamam, bunu tapa bilərik. Ən uzağı combo box'la, hətta gəlin tapaq həmən, deməli combo product nöqtə list index. Bunun özünü götürəcəm bu şəkildə. Bunun əvəzinə yenidən combo product deməli list indeks yerində əvvəl götürdüyüm list indeksi və
sütun olaraq da 1-i yazacağam. Bax, bu yazılış dostlar mənə hələ əslində cari vəziyyətdə seçilmiş olan produktın, yəni məhsulun ID-sini mənə geri qaytaracaqdır. Amma bu ID mənə lazım deyil. Mənə nə lazımdır? Bu ID-dən istifadə eləyərək həmin məhsulun cari vəziyyətdə olan quantity-sini mənə tapmalıyam. Dostlar, bunu da təbii ki də product repository-də olan, baxın, get product by ID var. Yəni ID-yə görə məhsulun əldə edilməsi. Mən bunun çağrısı olsam, bunun üzərindən də quantity-yə çata biləcəm. Tamam. Lakin bunu çağırmaqdan ötürü də, yəni bu product repository-ni çağırmaqdan ötürü də ya burada gəlir repository klası, yəni klasını çağırım, yəni onu bir new edim, sonra ondan istifadə edeyim, ya da ki, yəni ki, başqa bir üsuldan istifadə etməliyəm. Dostlar, repository klasını çağırmağın ayrıca mənası yoxdur. O mənada ki, biz artıq database context adında adı altında bunların hər birini birləşdirmişik, tamam mı? Belə olduğu təqdirdə bunu təzədən, bunun daxilində oturub da təzədən hər hansı bir repository klasını və database context-in özünü təzədən new etməyə yəni ehtiyac olmamalıdır. Baxın, bunun üçün nə iş görəcəyik? Gəlin göstərim. Biz burada fikir verirsinizsə, DB konteksti, yəni new etmişik. Amma nəyin içərisində? User formun, yəni activate olma eventi içərisində bunu edirik və eyni qəddə həmin nöqtədə də bunu öldürürük. Lakin dostlar, biz bu DB konteksti elə etməliyik ki, adı üstə bu DB kontekst yəni ümumi olan bir anlayışdır. Bütün database-i öz içərisində ehtiva edir, tamam. Yəni bunu təkcə user form activate deyil də, bütün hər kəs bunu istifadə etməlidir. Dostlar, hər kəs istifadə etməsi üçün də biz bunu, yəni bu şəkildə subprosedür səviyyəsində, yəni bir deyil də, bunu daha qlobal bir səviyyəyə qaldırmalıyıq. Bunun üçün dostlar, burada mən eyni adla, yəni DB context as sadəcə new edilməmiş yəni bir şəkildə, bu şəkildə bir qlobal bir dəyişən. Amma nəyin içərisində qlobal bir dəyişən? Yəni form, yəni new formun içərisində, new order'ın içərisində, yəni qlobal bir dəyişən olaraq bunu tanımlayıram. Artıq aşağıda isə set DB context bərabərdir new cls DB context artıq yazacağam. Baxın, bu artıq user form activate olanda artıq özü içərisində, yəni ona xas olan hər hansı bir DB context adında bir dəyişəni deyil də, birbaşa qlobal səviyyədə olan DB context-i deməli new etmiş olacaqdır ki, zaten bu da new edildikdən sonra user form da activate, yəni ilk dəfə işə düşən zaten user formdur. İlk dəfə işə düşdüyü anda artıq DB context new edilmiş olduğu üçün bundan sonra gələn bütün proseslərdə mən eyni DB context-i artıq istifadə edə bilərəm. Dostlar, təbii ki də user formu activate etdiyim anda bunu necə ki işə saldığım kimi, əslində bunu user formda activate edildiyi kimi, bir də terminate edildiyi zaman da, dostlar, terminate edildiyi zaman da biz bunu, yəni nothing etməliyik. Yalnız ki bu set DB context artıq activate-in içərisindən deyil də, birbaşa hardan deməli user form terminate-dən biz artıq bu işi görməliyik. Çünki dostlar, artıq əgər user form activate hissəsində mən bunu nothing etsəm, bu bir dəfə activate olanda işləyib bitəcəkdir və ondan sonra geri qalanlar onu istifadə edə bilməyəcək. O səbəbdən activate olması ilə, yəni user formun baxın bu şəkildə run edilməsi və x edilməsi andır. Yəni ki, açılıb və bağlandığı anda DB context yaşamalıdır və bunun arasında olan, yəni bu keçidlərdə olan bütün hər bir subprosedur bu DB context-dən istifadə etməlidir və bu şəkildə biz bunu qlobal bir səviyyədə yəni yuxarı daşımış olduq. İndi isə dostlar, baxın, bu bizə dedik ki, nə qaytarır? Bizə bir ID qaytarır. Heç nə, bundan sonra dostlar DB context deyəcəyik, product deyəcəyik, get product by ID deyəcəyik. ID olaraq mənim yeni əldə etdiyim bu deməli kodu yazıram bura və bu da geri qarşılığında mənə nə qaytaracaqdır? Baxın, quantity-ni qaytaracaqdır. Fikir verirsiniz dostlar, DB context klası bizə görün nə qədər, yəni əslində asanlıq verir ki, bir sətr kodda biz bu işi, yəni həmin məlumatın gedib gətirilməsini biz burada təmin etmiş olduq. Dostlar, yoxlayaq, run düyməsini klikləyirəm. Product'ı seçdiyim zaman notebook 5 deyəndə baxın 12 dənə qaldığını göstərir. Hətta bunu daha dəqiq yoxlayaq. Baxın dostlar, product'ın cədvəlini açıram və bunu ondan sonra run edirəm. Misal üçün wireless mouse-da hal-hazırda quantity olaraq 10-dur. Baxıram bu wireless mouse-a həqiqətən də yəni 10 olduğunu görə bilərsiniz və digərlərini də o şəkildə baxın yoxlaya bilərsiniz ki, həqiqətən də bu şəkildə deməli çalışır. Dostlar, bu da deməli nə idi? Yəni həmin o cari olaraq yəni məlumatın əldə edilməsinə dair bir nümunə idi ki, DB context da burada bizə görün necə asanlıq vermiş oldu. İndi isə növbəti məsələ dostlar,
user form aktiv edildiyi anda bu list cədvəlinin də doldurulması olacaqdır. Dostlar, bu list cədvəlini biz sadəcə activate olanda deyil də, yeni məlumatın əldə edilməsi, əlavə edilməsi hissəsində də istifadə edəcəyimiz üçün, yəni mən add order deyəndə həmin list təzələnəcəkdir. Bu listin təzələnməsi də aydın məsələdir ki, havadan sudan deyil. Bu da eyni qaydada bizim database kontekstdən gələn bir məlumat olacaqdır. Bu səbəbdən mən bunu user form activate bölməsində deyil də, mən bunu istəyirəm ki, bunu bu şəkildə gətirim. Deməli, ayrıca bir sub prosedurda yəni yazmış olum. Yəni, nə demək istəyirəm? Bir private sub fill, misal üçün orders list adında bir sub prosedur düzəldəcəm. Dostlar, orders sub fill orders list deməli, bu sub proseduru birbaşa user form activate hissəsindən deməli çağırılacaqdır. Hansı ki, çünki o da activate olduğu zaman doldurulması gərəkən, yəni bölmələrdəndir. Fill orders list deyəcəm və dostlar, gələk yazmalı. İndi ilk öncə biz həmin o listi, yəni ki, list ordersı bir belə başdan clear eləyək. Bir də dostlar, neçə dənə sütun olmalıdır? 1, 2, 3, 4 dənə. Elə burada da verə bilərik. Dostlar, birbaşa property bölməsində də verə bilərik. Fərq etməz. Gəlin, burada da göstərim ilə təkrar olmuş olsun sizə. Column count'unu da 4 etmiş olacaq. Dostlar, sual verə bilərsiniz ki, niyə emaili birinci clear edirəm? Çünki zaten run edildiyi zaman bu onsuz da clear deyilmi? Yəni, boş deyilmi ki, niyə təzən clear edirəm? Çünki dostlar, bunu etməyimizin səbəbi odur ki, tək bunu, yəni bu fill ordersı təkcənə, yəni user form activate üçün istifadə etməyəcəm. Bunu gələcəkdə mən add order dediyim zaman da eyni qaydada bu yenilənməlidir. Yəni, yeni məlumat gəlməlidir. O səbəbdən burada fill, yəni ilk öncə clear order edirəm ki, yəni order cədvəlini clear edirəm ki, yenisi də gəlsin, update olunmuş olsun və bu şəkildə bir məqsəd daşıyır. Heç dostlar, bundan sonra nə iş görməliyik? Yenə eyni qaydada burada məlumatlar, yəni ki, orders cədvəlindən gələn bu məlumatlar doldurulması üçün də mən illaki DB kontekstdə olan ordersdan, oradan da get ordersı çağırmalıyım. Yəni ki, bu array-dən istifadə edərək mən həmin cədvəli dolduracam. Dostlar, baxın, eyni məntiq yuxarıda olduğu kimi gəlirəm for each item in DB kontekstin ordersı üzərində bir addımlasın və next item deyəcəm. Dostlar, list olduğu üçün, yenə eyni qayda combo box məntiqində çalışdığı üçün, yəni ümumiyyətlə array məntiqində çalışdığı üçün list orders bir add item deyək. Tamam, add item deyirəm. Bu bizim üçün bir dənə yer ayırmış olacaqdır. Və bundan sonra dostlar, biz nə iş görürük? List orders'ın deməli listinə və list həmin də o index bölməsində isə list count çıxılsın 1 yaza bilərik. Və dostlar, hansı sütununa? 0-cı sütununa, yəni ki, sales date sütununa mən nəyi əlavə edəcəm? Itemdan gələn elə sales date'i əlavə edə bilərəm. Dostlar, əmin olmaq üçün baxmaq istəyirəm, bəlkə ola bilsin səhv edirəm. Nə mənada, yəni bu property-nin adı həqiqətən sales date-dimi? Baxıram ki, bəli, sales date olduğunu görə bilərsiniz. Bağlayaq, həqiqətən də sales date-dir. Dostlar, təbii burada item nöqtə olacaq, yəni altdan xət olacaqdır. Və növbəti artıq keçə bilərik. Gəlirəm buradan, eyni qaydada bura 1 deyək. Sales date əvəzinə bu səfər artıq quantity deyəcək. Çünki ikinci deməli bizim sütunumuz quantity sütunudur. Və dostlar, fikir versəniz, list orders artıq neçə dəfə təkrarlandı. Düşünürəm ki, bunu artıq biz daxilinə, yəni çıxarmaq, xaricə çıxarmaq daha yaxşı olacaqdır. Və end with deyirəm. Bu şəkildə list ordersları artıq buradan silə bilərəm. Sildim. Və növbəti addımda dostlar, gəlirəm list count ikinci sütunda. Bu şəkildə nöqtə, nə var burada? Bizim produktın özü var. İndi əsas məsələlərdən biri budur dostlar. İndi fikir verin. Biz burada məhsulun nəyini əlavə etmək istəyirik? Məhsulun əslində əlavə etmək istəyirik neyini? Düzdürmü? Itemın içərisində, yəni ki, order cədvəli, yəni order klası içərisində bizim nəyimiz var? Produktımız var, tamam? Yəni bir produkt saxlayır. Bu produktın özü də hansı deməli propertilərə malikdir? Məsəl üçün ID, name və s. Baxın dostlar, biz itemin içərisindən produkta çatdıq, produkta. Onu da içərisindən nəyə çatdı? Həmin o name-ə çatmış olduq. Bu şəkildə dostlar, fikir verin, yəni çox qısa bir şəkildə həmin təsəvvürləyin order cədvəlində bu ID-lərin əvəzinə artıq birbaşa biz o name-i yaza bilərik. Dostlar, gəlirəm buradan, eyni qaydada customer-da əlavə edirəm. Burada nöqtə customer deyəcəm. Nöqtə eyni qaydada. Təbii customer-da full name olacaqdır. Bu şəkildə əlavə etmiş olacam. Yaxşı, add item etdik və hamısında
deməli əlavə etdik. Gəlin dostlar, bu hissəyə qədər də eyni qaydada bir yoxlayaq ki, görək düzgün çalışırmı, yoxsa yox. Dostlar, run düyməsinə klikləyirəm. Run düyməsinə kliklədikdən sonra baxın dostlar, məhsullar, satış tarixləri, quantitilər və customerlar hamısı bu şəkildə burada toplanmış oldu. Demək ki, biz öz prosesimizi düzgün şəkildə idarə etmiş olduq. Və təbii, necə ki, hide olduğu kimi digərlərində hide bir tərəf da var. Yəni, çünki biz bu orderları gələcəkdə əslində ehtiyac olduğu, təbii, əslində burada ehtiyac olmayacaqdır, amma yenə də hər ehtimal qarşı qoymaq da istəyərəm. Yəni ki, biz burada ID sütununu gizlədə bilərik. Gəlin gizlədək, amma təbii, dediyim kimi, əslində ehtiyac yoxdur. Çünki biz sadəcə burada məlumatları göstəririk. O səbəbdən ID deyəcəm, yəni qoymaya bilərsiniz. Və bu sütunu, 4-cü sütun olaraq, hansı ki, 4-cü indeksdə daha doğrusu, hansı ki, maksimum burada, yəni 3-dür və o səbəbdən burada bu sütun aid olmuş olacaqdır. Və dostlar, yenidən run dediyimiz zaman fikir versəniz, bu şəkildə bir mənzərə ilə qarşılaşacaqsınız, yəni heç bir problemsiz işləyəcək. Burada dostlar, sadəcə formatdan asılı olaraq biraz başqa tipdə yazdı. Yəni, default olaraq, gəlin onu da düzəldək tarixi. Yəni, sales date'i biz format funksiyası vasitəsi ilə istədiyimiz formatda, yəni ki, DDMM, gün, ay, il olaraq bu şəkildə əlavə edə bilərik. Run düyməsinə klikləyəndə onların da hər birini düzgün bir şəkildə, yəni fikir versəniz, göstərmiş oldu. Əla. Dostlar, user formun əslində bu hissəyə qədər, yəni nə iş gördük? Biz bütün, yəni əsas, yəni istifadəçiyə veriləcək məlumatların hamısı bu şəkildə burada deməli alınmış oldu. Yaxşı, indi bundan sonra nə edəcəyik dostlar? Bizim istifadəçimiz nə iş görməlidir? Məhsulu seçməlidir, quantitysini yazmalıdır, customer'ını yazmalıdır və add order basdığı zaman artıq bu məlumatlar ilk öncə təbii ki də bizim order cədvəlinə, daha sonra isə order cədvəlindən sonra isə bu user formun özündə eyni qaydada nə olmalıdır? Update olunmalıdır. Yaxşı dostlar, o zaman gəlin bu hissələrində nə iş görəcəyik? Biraz da o məsələlərə baxmağa çalışaq. Və dostlar, onu keçməmişdən əvvəl bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Və fikir verirsinizmi? Artıq biz, yəni əvvəlki dərs, yəni ümumiyyətlə əvvəl, yəni class model olmadan biz əksər vaxtı yəni bu user formlar daxilində çox məcbur olurduq, yəni səhifə üzərinə müraciət etməyi. Amma fikir verirsiniz, bayaqdan xeyli kod yazmışıq və heç bir şəkildə səhifəyə müraciət eləməmişik. Bizim ancaq işimiz kimləndir? DB kontekstindəndir. Yəni DB kontekst artıq geçsin, səhifəyə, database-ə müraciət edir və user form sadəcə o gələn məlumatlardan nə iş görür? Öz istədiyini, yəni lazım olan prosesləri özündə götürür, yəni məlumatları götürür və onları istədiyi kimi istifadə edəcəkdir. Bu şəkildə dostlar, biz yəni DB kontekstin də bir üstünlüyünü görmüş olduq. Yaxşı, add order məsələsinə artıq gələk. Dostlar, add order düyməsinin üzərinə klikləyirəm. 2 dəfə command button click event gəlsin. Və dostlar, etməyimiz gerəkən nədir? İlk öncə gəlin baxaq. Dostlar, biz təbii ki, məlumatların hər birini nə edəcəyik? Bu user formundan alacağıq. İndi dostlar, burada işin biraz fəlsəfəsinə getmək istəyirəm. User form aydın məsələdir ki, add order eləyir. Dostlar, əslində user form yəni order'ı səhifəyə add eləyən bir anlayış deyil. Yəni bunu bəzən dostlarımız qarışdırır. Xüsusilə də class moduldan əvvəl adi modullarla çalışan yoldaşlarımız bunları əsasən qarışdırırlar. O mənada ki, add order'ın yəni özündə birbaşa gedib də biz səhifəyə məlumat yazırdıq. Amma əslində dostlar, artıq təbii DB kontekst anlayışından və class moduldan sonra biz bunu birbaşa user form üzərində görməyəcəyik. Və hətta dediyim kimi dostlar, işin fəlsəfəsinə getmək gərəkirsə, yəni biz user formlarda sadəcə istifadəçidən məlumatı almaqla, yəni bizim vəzifəmiz sadəcə o məlumatı istifadəçidən almalıyıq. Hansı məlumatlarda dostlar? Yəni sales date, quantity, product və customer, hansı ki bizim order cədvəli üçün lazım olan o deməli member variable'lara yazacağımız yəni propertyləri biz sadəcə deməli həmin o istifadəçidən almalıyıq. Bax belə bu məlumatları alırıq və bu aldıqdan sonra bu məlumatların artıq səhifəyə və ya database-ə ötürülməsi işinə artıq yenə bizim class modullarımız və database kontekstimiz yəni baxmalıdır. Yaxşı dostlar, o zaman gəlin belə bir iş görməyə çalışaq. Ümumiyyətlə baxaq ki, tamam, razılaşdıq ki, class, yəni user formun özündə, yəni biz ən az bir məlumatı səhifəyə yazmayacaq, tamam. Bəs yaxşı, onu kim yazacaqdı? Dedik ki, database context. Database context də özündə sadəcə repozitorları yəni tutur. Yəni burada da nəsə bir add metodu yazası deyilik. Demək ki, bizim metodları yazacağımız nöqtə hara olmalıdır? Yəni məlumatlar ambarda idarə olunması üçün də silinməsi, çıxarılması, yazılması bu hara olacaq dostlar? Bizim order repozitorumuz. Hansı ki,
fikir versəniz elə bir neçə dənə artıq metod yazılıbdır burada. Hansı ki onlardan biri get order by ID-dir. Fikir versiniz dostlar, məlumatın, yəni bir dənə orderın alınması belə hansı repository klassında olduğu üçün demək ki, nəsə bir başqa metodları da həmçinin biz burada yazmalıyıq. Dostlar, yazacağımız metodun adı olsun, deməli public sub, yəni public sub deyək, bir subrestor yazaq, yəni metod dedikdə və burada adı olsun add. Dostlar, məlumat yəni add olunmalıdır. Amma hansı məlumat və hara add olunmalıdır? Gəlin ilk öncə bunu təyin edək. Hara add olunmalıdır? Repository klassı içərisində mOrders array-nə. Tamam. Çünki database context özündə yəni birbaşa mOrders'ları, yəni ümumiyyətlə array-ləri saxlayır. Ondan da əlavə mOrders'ın özü isə bu məlumatları hardan alır? Bu isə dostlar bizim səhifədən alır. Demək ki, dostlar, biz məlumatı ilk öncə səhifəyə, yəni bizim əsas database və ya table'larımıza səhifəyə yazılır. Məlumat səhifəyə yazılır. Daha sonra isə mOrders, deməli array update olunur. Və dostlar, bu iki proses əslində bizim əsas görəcəyimiz, yəni add prosesi sayılır. Bəs yaxşı, nəyi add eləyəcək? Yəni aydın məsələdir ki, səhifəyə müəyyən məlumatlar gələcəkdir. Biz burada hər bir argumenti burada uzun-uzun yazmalı deyilik, ID və s. Bu array özündə nəyi tutur? Yəni hansı obyektlər tutur və ya ki, bu array gedib də səhifə üzərindən hansı tipdə məlumatlar götürür? Baxırıq ki, dostlar, orders, deməli order, CLS orders klassının tipində. Demək ki, dostlar, biz elə burada da bax belə bu şəkildə new order as CLS order tipində olan bir dənə bir obyekt alacağıq. Bu obyektdən istifadə edərək həmin məlumatları səhifəyə yazacağıq, həmin məlumatları eyni qaydada deməli orders cədvəlinə də update eləyəcək. Dostlar, gəlin o zaman elə birbaşa bu repository içərisində yeni məlumatın add olunmasını əlavə edək. Dostlar, bizim yəni sonuncu səhifə, təbii ki də səhifənin, yəni table'ın sonuncu sətrinə əlavə edəcəyimiz üçün ilk öncə dim.lr as bir deməli long kimi. Long da ola bilər, təbii integer da ola bilər. Mən long yazdım və daha uzun tutdum. Və son sətri dostlar tapmaqdan ötürü biz təbii birbaşa səhifəyə də müraciət edə bilərik. Amma bizim burada common nöqtə, yəni common deməli bizim modulumuzda hazır bir fayl, deməli bir metod var, bir function var. Bu bizdən birbaşa elə səhifənin adını, yəni product'ı bu şəkildə product'ı və həmçinin lazım olan sütunu ona ötürdüyümüz zaman o bizdən yəni birbaşa yəni həmin səhifədə və lazım olan sütunda həmin son sətri tapmağa kömək göstərəcəkdir. Və dostlar, nə edirik? Yenidən qaydırıq. Yəni sheet, deməli 4-də, yəni hansı ki order səhifəsində gəlirik cells lr, tamam, birinci sütunda nöqtə value deyəcəyik. Dostlar, burada bir dənə məsələni düzəlişləmək istəyirəm. Get last row-un üzərinə birbaşa +1 gələcəm. Çünki son sətirdən, yəni son sətir budur. Bir aşağısında biz yazmalıyıq. O səbəbdən son sətir +1 eləyəcəm. Və birinci sütunda biz ID-ni əlavə etməliyik. Dostlar, ID generate olunmalıdır. Hansı ki biz bunu əlimizlə daxil etmirik, tamam mı? Çünki bizim həqiqətən də user formunun özündə belə fikir verirsiniz, ID şeyi, yəni bölməsi yoxdur. Digərləri var, amma ID yoxdur. O səbəbdən biz ID-ni özümüz generate eləməliyik. Bunun üçün də dostlar, bizim common nöqtə, yəni common faylında generate ID adında bir dənə bir functionımız var. Bu functiondan istifadə edə bilərik. Dostlar, o adında, yəni o ilə başlayan, orders'ın o'su ilə başlayan və birbaşa ilə order yaza bilərəm, fərq etməz. Bir ID generate eləyəcək. Dostlar, bu ID-nin generate olunması sırf yəni elə bir ID generate eləyir ki, bu function, hətta göstərmək istəyirəm. Fikir versəniz, göndərilən dəyər birləşir hal-hazırdakı vaxtı, gün, ay, deməli il, ay, gün, saat, dəqiqə və saniyə ilə birləşdirir. Bu da elə bir anlayışdır ki, heç bir zaman təkrarlanmır. O səbəbdən biz bu generate ID-ni bu şəkildə yəni istifadə edə bilərik. Bu da bizə konkret bir təkrarlanmayan bir ID çıxarmış olacaqdır. Yaxşı dostlar, bu bizim birinci məsələmiz. İkinci sütunumuzda isə nə olacaq dostlar? Bizim orderımızın, yəni sales date, hansı ki bizim deməli satışımızın tarixi olmalıdır. Bu da eyni qayda dostlar, new orderdan gələcəkdir. Çünki new order özündə artıq sales orderdur. O səbəbdən sales, daha sonra sales date'i əlavə edirəm. İkinci, yəni üçüncü daha sonra sütun olacaqdır bizim üçün nə? Quantity sütunu. Eyni qayda dostlar, bu da new order deyəcəm.
new order deyəcəm. O da quantity sütunundan gələcəkdir və dördüncü, yəni hansı ki bu dördüncü sütun bizim burada product ID-lərimiz və növbəti isə customer ID olacaqdır. Baxın, əsas məsələ indi buradır. Hansı ki new order özündə dostlar product ID deyə bir şey saxlamır. Amma onun əvəzində saxlayır productın, yəni özünü saxlayır və o da productın içərisindən də ID-yə keçid edə bilərik. Dostlar, bu mənzərə əslində tanışdır sizə. Baxın, bayaqlar item, product name və customer full name etmədik mi? İndi eyni qaydada new order, product ID və həmçinin də dostlar növbətində isə 5-cidə isə eyni qaydada customer və customer ID deyə bilərik. Baxın dostlar, artıq bu məlumatların hər biri bizim səhifəmizin üzərinə yazılmış oldu. Hətta gəlin bu hissəyə qədər ən azından yoxlanış etməyə çalışaq. Və dostlar, deməli run dedikdən sonra biz təbii command button click yəni işə düşəcəkdir. Bunun da içərisində müəyyən işlər görülməlidir. Nədir? Mən gəlib də db context deyəcəm. Nöqtə, deməli orders və nöqtə add metodunu çağırmalıyam. Tamam. Lakin add metodu bizdən nə istəyir? Bir dənə new order yəni olaraq bir obyekt tələb edir. Dostlar, gəlin ilk öncə elə həmin obyektin özünü yaratmağa çalışaq. Deyirəm ki, dim new deməli order as. Artıq bunu istifadə edəcəyimiz üçün dostlar, birbaşa istəyirəm ki, CLS order adında bir dəyişən və həmçində obyekti yaratmış olum və new order deyəcəm. Hətta bunu birbaşa with daxilində yazaq və end with deyəcəm. Nöqtə birinci başlayırıq nəyindən? ID-sindən. Dostlar, burada bir dənə məsələni səhv etdim. İndi hiss elədim, bunu gördüm daha doğrusu. Fikir verin, burada mən ID-ni elə ki, burada generate edirəm. Əslində dostlar, bunu burada etməyə ehtiyac yoxdur. Bunu buradan çıxarıb da gətirib burada eləyəcəm. Çünki bu ID-nin yəni generate olunması düzdür, əslində olar, yəni heç bir problem yoxdur. Sadəcə mən new order-a belə deyək, new order burada yəni command button içərisində yaradıb da bura göndərdiyim üçün belə burada generate olunması daha uyğundur deyə düşünürəm. O səbəbdən mən bunu buradan çıxaracağam və new order nöqtə ID sadəcə yazacağam bura ki, sadəcə buradan məlumatları götürmüş olsun. Bu daha yaxşı indi sərgəli bir variantdır. Tamam, generate oldu. Növbəti məsələ nə olacaqdır bizim üçün? Sales date. Dostlar, sales date hardan gəlir? Bizim TB sales date-dən təbii gələcəkdir. Və dostlar, bunu da date kimi, yəni date-ə convert eləyək. Əks təqdirdə, çünki text boxlar adı üstündən text box, yəni özündə text kimi saxlayır məlumatı. O səbəbdən date kimi convert eləyirəm ki, tam tarix kimi başa düşsün. Və növbəti quantity bərabərdir nəyə? Dostlar, quantity eyni qaydada quantity deməli bu text box-ından gəlir. Eyni qaydada bunu da yəni convert integer-a çevirək. tb.quantity value və növbəti məsələ dostlar artıq bizim olacaqdır productımız. Bax, əsas məsələ buradır. İndi biz productda nəyi əlavə edəcəyik? Dostlar, productda biz nəyi əlavə etmək dedikdə, biz productı əslində düzdürmü? Burada seçirik. Lakin bizim burada seçdiyimiz nədir? Bizim burada seçdiyimiz bir deməli stringdir. Amma bizim order cədvəlimiz hələ ordersın, yəni order repository içərisində olan sub prosedurumuz, yəni add sub prosedurumuz nə istəyir bizdən? Birbaşa yəni obyekti və həmçində onun içərisində obyekti tələb edir. Yəni productın obyektini tələb edir. Biz də burada gəlib də, yəni gəlib də məsələn TB altdan belə deyək, TB yox daha doğrusu combo product.value dediyimiz zaman o bizim seçdiyimiz bax bu text stringi götürəcəkdir. Amma lakin dostlar, biz xatırlayırsınızsa nə etmişik? Product'ın combo box'unun ikinci sütununda, yəni ki, birinci indeks və ikinci sütununda biz həmin ID-ni artıq hide etmiş vəziyyətdə saxlamışıq. Baxın, gəlin indi həmin ona buradan çatmağa çalışaq. Deyək ki, combo product, tamam, list index və bunun da içərisindən combo, deməli, product, list və altdan deməli indeks olaraq, yəni bu list indeksi əlavə edirəm və birinci sütunda olan məlumatı götürdüm. Yəni ki, bu combo product, yəni productın ID-sini mən bu şəkildə götürürəm. Dostlar, bax bu productın ID-sinə mən çata bildiyim üçün artıq burada db context nöqtə, tamam, product və get product by ID metodunu çağırıb da bu ID-ni bura əlavə etsəm, artıq mənə nə geri qaytaracaq dostlar? Bir dənə product qaytaracaqdır, lazım olan indeksdə və onu da productın özünə set edilmiş olacaq. Baxın dostlar, bir daha
DB kontekstin, yəni necə qısa bir kodlar vasitəsilə məlumatın gətirilməsinə, hətta məlumat yox, birbaşa obyektin gətirilməsinə necə kömək edildiyini görə bilərsiniz. Dostlar, eyni qaydada növbətində davam edək. Customer deyəcəm, DB kontekst deyəcəm, customers.get customer by ID demiş olacam. Combo customer list və bunun da üzərindən combo customer list index deyəcəm, list index deyəcəm və birinci sütun, yəni sütunda olan, yəni birinci indeksdəki sütunda olan dəyəri bizim üçün geriyə qaytarsın. Artıq bundan sonra dostlar customer'ın da içərisinə məlumat əlavə edildi. Ondan sonra dostlar nə iş görür? Baxın, DB context orders .add dedikdən sonra həmin bu metod çağırılacaqdır. Bu da bizdən nə istəyir? Bir dənə order tipində olan bir obyekt tələb edir. Bu da zaten biz burada bunu yaratmışıq. Gəlin baxaq, niyə orderda əlavə edəcəm bura. Dostlar, bu şəkildə. İndi gəlin, bax bu hissəyə qədər, bax bu iki klass arasında, daha doğrusu bu iki proses arasında biz nə edək? Məlumatlarımızı, yəni baxıb da idarə etməyə bir çalışaq. Yaxşı dostlar. O zaman gəlin belə bir məsələ. Mən birbaşa bunu basmaq istəmirəm. Yəni ki, birbaşa məlumatlar əlavə olunmasın. Bir onu da görək. Run düyməsindən klikləyirəm, məlumatlarımı seçirəm. Tutaq ki, ayın 5-i, nə bilim, tutaq ki, 5 dənə məhsul, hansı məhsuldan? Bu wireless mouse-dan və customer olaraq da bunu seçdim. Tamam. Add order eləyəcəm. Add order dedikdən sonra, baxın, gəlir. New order deyirəm. OK. ID əlavə olunur. Hansı ki, ID əlavə etdi. Sonra sales date əlavə olunur. Quantity əlavə olunur. Product əlavə olunacaqmı? Gəlin birbaşa üzərindən keçək, çünki çox uzun dolanmasın. Və run dediyim zaman, baxın, əlavə etdi. Eyni qaydada run dediyim zaman, baxın, əlavə etmiş oldu. Buna eyni qaydada biz locals pəncərəsindən də idarə edə bilərik. Hansı ki, daha sonra baxa bilərik. New orderin içərisində, baxın dostlar, bizim əlavə etdiyimiz məlumatların hər biri gəlib düşübdür. Customer'ın içərisinə baxıram, customer'lar. Həmçində product'a baxdığımız zaman isə product'ın özünü də görə bilərsiniz. Baxın dostlar, yəni bir new order içərisində artıq biz məlumatlarımız yaranmış oldu. Bir obyekt olaraq yaranmış oldu. İndi, təbii bunu etdikdən sonra bir dənə məsələni unutmayaq. New order'ın özünü artıq yox, ehtiyac yoxdur. Deyəcəydim ki, burada nothing eləyək, amma ehtiyac yoxdur. Çünki biz bu məlumatı nothing etmirik, birbaşa göndəririk ora və o məlumata əlavə olunmalıdır. Ondan sonra digər məsələləri, zaten nothing'ini digər klasslar eləyəcəkdir. OK. Və database context deyirəm, orders.add metodu artıq çağırılsın. Dostlar, gəlir, yeni qaydada bunların hamısını əlavə edir və add metodu vasitəsilə baxırıq. New order, get last row əlavə edildi, əldə edildi. Baxın, səhifə üzərinə başlayın eləməyə, əlavə etməyə. Hər dəfə gedir məlumatı alır, hər dəfə gedir və hər dəfəsində dostlar gələn baxmağa fikir verin, məlumatı əlavə etdi. Dostlar, burada biraz daha artıq bir məsafə buraxıbdır. Bunun olmasının səbəbi böyük ehtimal ki, biz get last row-da product yazmışıq. Bu düzgün bir yazılış deyil. Bu order olmalıdır. Çünki biz productda deyil də order əlavə edirik. O səbəbdən burada biraz düzgün olmadı. Gəlin bunları silək. Amma əsl məsələ gördük ki, proses düzgün çalışır. O səbəbdən gəlin bunların hamısını artıq geriyə çəkirəm. Və burada bu prosesi yenidən bir canlı yoxlayaq. Run düyməsini klikləyəcəm. Dostlar, baxın, məhsulun tarixini seçirəm, quantitysini bu şəkildə seçirəm, wireless mouse və Alice Johnson'u da seçirəm. Ta ki, ən az bir deməli müştəri və baxın dostlar, add order deyəndə məlumatların hamısı gəldi, kodlanmış bir şəkildə bura düşmüş oldu. Gözəl. Demək ki, dostlar, bizim prosesimiz düzgün bir şəkildə çalışmış oldu. Yaxşı, bundan sonra dostlar, biz nə iş görməliyik? Artıq, yəni, deməli, sales date, daha doğrusu, yəni bu sütunlar üzrə, yəni ümumiyyətlə bu listin özünü update eləməliyik, düzdürmü? Yəni ki, bu məlumatlar ya bu listədə update olunmalıdır. Dostlar, bu listin update olunması üçün əslində biz, baxın, burada bayaqları sizə demişdim, fill orders listi çağırmağımız kifayət edir. Dostlar, call deyirəm, fill order list deyəcəm. Lakin dostlar, bir dənə məsələ var. Fill order list nə ilə işləyir? Fikir versinizsə, database kontekstdə olan orders və get ordersla. Yəni ki, dostlar, bu metodu çağırır. Bu metodda özündən bu array deməli update eləməlidir. Daha sonra oradakı məlumatları geri qaytarır. Lakin dostlar, biz səhifəyə yazmışıq, amma update, yəni m-orders'ın özünü update etməmişik. Bunu da necə edəcəyik? Əslində çox asandır dostlar. Bunun üçün də bizim əlimizdə artıq, baxın, set all orders adında bir dənə metodumuz zaten var. Keçən dərslərdən öyrənmişik, tamam. Bizim əslində bunu çağırmağımız, yəni call set
all orders deməyimiz kifayət edir ki, gedir həmin o array-i ilk öncə fikir verin, class terminate deyib təmizləyir içərisini, daha sonra isə yeni məlumatların hamısını, yəni yeni gələn məlumatla bərabər hamısını əlavə edəcəkdir. Gəlin baxaq. Dostlar, run düyməsindən klikləyirəm. Bu arada bayaqları bizim yazdığımız fikrin gəldi, artıq düşdü, yəni listimizə. Gəlirəm, başqa bir tarix, məsəl üçün bu tarixi seçirəm. 2-3 dənə məhsul, water bottle misal üçün və həmçinin də başqa bir ad seçirəm ki, görünsün. Və dostlar, add orada dediyimiz zaman, baxın dostlar, həmən gəldi, bura əlavə olmuş oldu. Bu da yenidən, dostlar, fikir verin, necə qısa kodlar vasitəsilə, yəni kiçik kodlar vasitəsilə bu prosesin yəni, idarə olunmasına və deməli, əlavə olunmasına xidmət göstərir. İndi, növbəti məsələ isə dostlar, bir sonuncu məsələ qaldı. Fikir verin, biz burada tutaq ki, məlumatları əlavə edirik, lakin burada fikir verin, quantitlər əlavə etdikcə produktların quantitlərini fikir verin, azaltmır. Yəni ki, mən 3 dənəsini aldım, azalmadı, 5 dənəsini aldım, azalmadı. Bax, bunların hamısını əslində biz buradan da həmçinin azaltmalıyıq. Dostlar, təbii biz bu işi yəni, görmək üçün yenə in-qaydada database üzərində nəsə bir məlumat update edilməsi üçün, hansı bir məlumatın əlavə edilməsi, çıxarılması üçün də necə ki, orderda olduğu kimi repository müraciət elədik. İndi produktla bağlı nəsə bir iş görməliyiksə, eyni qaydada biz bu işi elə product, yəni repository içərisində mütləq şəkildə görməliyik. Baxın dostlar, product repository içərisinə gəlirəm. Artıq nəyimiz var? Get product ID və digərləri var. Bir dənə də bizə nə olsun? Biz yeni bir məlumat əlavə etmirik, düzdürmü? Bizim etdiyimiz proses odur ki, olan məlumatın quantitisini azaldırıq. Yəni ki, dostlar, reduce ola bilər və ya decrease ola bilər. Reduce deyək də bu şəkildə bir yazılış olsun. Yəni, reduce, məsəl üçün, quantity. Tamam. Reduce quantity deyək və o özlüyündə gedib də nə iş görməlidir dostlar? Həmin o tutaq ki, hansı məhsulu biz seçmişiksə və neçə dənə seçmişiksə, həmin o məhsulu seçdiyimiz quantity qədər azaltmalıdır. Yəni ki, mən 23 dənə burada 3 dənəsi seçmişəmsə, bu gəlib bunu 20-yə dəyişməlidir. Dostlar, yenə eyni qaydada. Biz ilk öncə səhifə üzərində dəyişiklik etməliyik və həmçinin də in-products'ın özünü də deməli update etməliyik. Dostlar, çünki in-products'ın özü niyə update olunmalıdır? Çünki bizim bütün sistem database kontekst üzərindən çalışdığı üçün mütləq şəkildə səhifə üzərində dəyişiklik eyni qaydada bərabər zamanlı bizim arraylərimizə də yansımalıdır. Yaxşı dostlar, ilk öncə sual vermək istəyirəm ki, reduce quantity dediyimiz zaman, yəni nə qədər miqdarda azaltmağımız gərəkir? Bunu dediyimiz zaman aydın məsələdir ki, bu proses, yəni bu prosesdə yəni bizə bir quantity lazımdır. O səbəbdən bu şəkildə burada bir arqument olaraq by-val bir quantity deməli əlavə edirəm. Bu bizim üçün olsun. Longa ehtiyac yoxdur. Yəni integer olsa da kifayət eləyər və bizə bir quantity lazımdır. Yaxşı dostlar, quantity lazımdır, amma hansı obyekt üzərində, hansı sətr üzərində dəyişiklik eləyəcək? Bəs yaxşı, bunu hardan bilə bilərik? Dostlar, bunu da bilməyimiz üçün bizə, yəni həmin bu produktın özü bizə göndərilməlidir. Və ya ki, bu reduce quantity bilməlidir ki, tutaq ki, bu in-products'ın içərisində filan indeksdə və ya ki, filan obyektdə biz bu məlumatı deməli reduce etməliyik. Yaxşı, o səbəbdən bir dənə də probissiz nə lazımdır? Bizə deməli bir dənə də product adında və CLS product tipində olan bir obyekt lazımdır. Dostlar, burası biraz qarşılıqlı ola bilər ki, yəni yenidən deyim sizə. Baxın, biz in-products'ın içərisindən dolayı yolla da product cədvəlində yəni hər hansı bir quantity dəyişiklik etmək istəyir. Yəni 23-ü nə bilim azaltmalıyıq, çoxaltmalıyıq və s. Bunu etmək üçün repository klassında bir iş görməliyik və gördüyümüz işin də subprosedurun da adı nədir? Reduce quantity. Dostlar, reduce quantity o deməkdir ki, yəni reduce quantity elə bir subprosedurdur ki, məlumatı yəni göndərdiyimiz quantity qədər əslində deməli nə edir? Azalacaqdır. Lakin dostlar, biz həmin o quantity-ni, yəni hansı obyektdən, hansı sətirdən azaltmağım üçün də yəni bizə bir dənə məlumat lazımdır ki, ən azından ya burada dostlar həmin produktın ID-si olmalıdır, ya da ki, elə birbaşa produktın özü də olsa, yəni bizə kifayət edir. Yəni fərq etməz. Zaten produktın özünü göndərəndə içərisində ID-ni də göndərmiş oluruq. Yəni dolayı yolla, yəni hər ikisi yəni keçərli bir variantdır. O səbəbdən ya burada ID göndərə bilərdik, ya da produkt da göndərə bilərdik. Tamam, göndərdik. Lap yaxşı dostlar. İndi gəlin bu produkt, göndərilən produkt və quantity-ni bir in-product içərisində axtarmağa çalışaq. Dostlar, deyəcəm ki, for i. Təbii bunu etməmişdən əvvəl bir dənə burada deyim i as bir olan kimi bir dəyişən tanımlayaq. For i L bound deyək və m
deməli products deyəcəm və you bound deməli m products deyəcəm və next deyəcəm. Bu şəkildə bir ümumiyyətlə bir bu ərrin üzərində addımlamağa çalışaq. Yoxladığımız nə olacaq dostlar? M products'ın, yəni ki, yeninci dəyərində olan. Dostlar, M products'ın yeninci dəyəri özündə sales product'dan bir obyekt saxlayır, tamam? Bu əgər bərabərdirsə bizim göndərdiyimiz product'a. Dostlar, bu şəkildə yazdığımız zaman bizə əslində istədiyimizi verəcəkdir. Lakin burada bir dənə əksiyimiz var ki, bu bərabər yazmışıq. Bu bərabərlik hansı ki sadə tiplərdə olur. Yəni məsələn integer, string, string və s. Yəni bu şəkildə adi dəyərləri qarşılaşdırdığımız zaman bu şəkildə bərabər yazırıq. Əks təqdirdə obyektləri qarşılaşdırdığımız zaman isə biz is keyword-ündən istifadə etməliyik. Yəni demək istəyirəm ki, mənim M product'ında olan ikinci indeksdə olan obyekt mənim göndərdiyim bu product'a bərabərdirsə, yəni eyni product'dan yəni söhbət gedirsə. Dostlar, burada sizə biraz qarşılıqlı ola bilər. Olmayanda ki, burada niyə bizim göndərdiyimiz produktı bərabərləşdirib də yoxlamaq istəyirsən? Çünki dostlar, biz aydın məsələdir ki, bu user formunda ki, hansı ki məlumat seçirik ya, bu seçdiyimiz produktlar zaten cari olan məlumatlar deyilmi? Yəni ki, bu zaten M products'ın içərisində olan məlumatlar deyilmi? O səbəbdən bunları bir-birindən rahat bir şəkildə qarşılaşdıra biləcəm. Dostlar, qarşılaşdırdıqmı? Əla. O zaman əgər yəni həmin sətrə, yəni həmin deməli product'a da belə deyək də bərabərdirsə, bir bərə başlayan exit for yazılır. Çünki hər bir məhsuldan bir dənədir. Dostlar, bizim i indeksimiz 1-dən başlayır. Tamam, bizim yəni ərrimiz 1-dən başlayır. Lakin bizim sətirlərimiz necədən başlayacaqdır? 2-dən başlayacaqdır. Tamam. O səbəbdən mən gəlib də burada sheet 4 deyib də tamam, sales deyərəm. Sheet 4 dedikdə əslində sheet 4 yox. Product cədvəlimiz bizim sheet 1-dir. Sheet 1 deyəcəm və sales deyəcəm. Hansı sətirdə? i plus 1-də. Tamam. Hansı sütunda? 3-cü sütunu deyəsən. Bəli. 3-cü sütundakı nöqtə value-nu dəyişməliyim. Nəyə dəyişəcəm dostlar? Gəlin baxaq. Burada dostlar özünü nə qədər azaltmalıyam? Elə quantity qədər mən bunu azaltmalıyam. Baxın dostlar, sadə bir şəkildə yazılışını gerçəkləşdirdim. İndi burada bəzi sətirlər çox təkrarlandı. Məsələn, bu hissəsi çox təkrarlandı. Yəni bunu bir dənə bəri başdan viz daxilinə çıxardıq. Hətta bunu burada bu şəkildə bir viz daxilinə çıxarmış olaq. Eyni qaydada endi viz deyəcəm. Biraz daha qısa bir kod yazmış olaq. Bu şəkildə optimal bir kod yazmış olaq. Baxın dostlar, yəni sheet 1-dəki yəni özünü quantity qədər, yəni nə göndərmişəmsə o qədər azaldıb da öz işini bitirmiş olacaqdır. Tamam mı dostlar? Bu da bizim üçün səhifə üzərində dəyişiklikdir. Lakin dostlar, səhifə üzərində dəyişiklik etdiyimiz kimi, aydın məsələdir ki, bu produktın, yəni M product'ın özü də birbaşa update olunmalıdır. Dostlar, bunun üçün bayaqları olduğu kimi siz gedib də birbaşa set all products da edə bilərsiniz. Amma buna ehtiyac yoxdur dostlar. Çünki biz aydın məsələdir ki, elə baxın bu M product'ın özündə fikir verirsinizsə biz yoxlamalarımızı zaten aparırıq. Yəni tamam, elə birbaşa tapdığı anda necə ki səhifə üzərində dəyişiklik etdiyi kimi, gəlirəm burada, səhifə üzərində dəyişiklik etdiyi kimi eyni qaydada M products update eləyərək də M products'ın özünü də update edə bilər. Necə ki dostlar, bax bu M products bərabərdir. M products çıxılsın elə quantity qədər ola bilər. Əslində bu şəkildə də, hətta bu M products dedikdə, yəni dostlar, buradakı M products'ın quantity təbii ki də, yəni çünki M products'ın özü bizə geri ancaq obyekt qaytarır. Bu şəkildə M products quantity çıxılsın, M products quantity və quantity qədər öz-özünü azaltmalıdır. Eyni qaydada istəsəniz dostlar, bunun özünü də eyni qaydada daha sərgəli olsun deyə viz daxilində bu şəkildə yəni çıxara bilərsiniz. Bu şəkildə əlavə edirəm, eyni qaydada bu şəkildə əlavə edirəm və bu şəkildə quantityləri də azaltmış olduq. Tamam, bu da M products'ın üzərində update olunması və reduce quantity olunması idi. Dostlar, fikir verdinizsə, yəni artıq bu prosesin özündə biz product repository klassına ötürdüyümüz üçün artıq heç bir yerdə nəsə bir dəyişiklik etməyə gərək yoxdur. Sadəcə burada yəni təbii bu service product repository'nin özünü çağırmaq lazımdır ki, yəni bu reduce quantity işə düşsün. Tamam mı? Bunun üçün də bunu da harda eləyəcək? İndi gəlin qərarını verməyə çalışaq. Dostlar, mən bayaq olduğu kimi order cədvəlini də, yəni order repository-da açmaq istəyirəm, bir qarşımızda dayansın. Dostlar, baxın, add et, yəni bu hər bir sub-prosedurun öz işi var, düzdürmü? Hansı ki, reduce quantity reduce eləyəndir. Add eləyən add eləyir, yəni order repositoryləri
Həmçinin bayaqlar dedik ki, bu məlumatı da, yəni ki, bu user formda sadəcə məlumatları istifadəçinin almaq üçün yarayır. Amma burada bir dənə fikir verirsinizsə, DB context orders add eləmişik. Yəni məlumatı DB context-ə göndərmişik. Eyni qaydada dostlar, biz əslində həmin məlumatın azalması üçün də, yəni çünki biz tək orders üzərində deyil, aydın məsələdir ki, product üzərində də iş görürük. Product'ın özünü də reduce quantity deyərək azalda bilərsiniz. Dostlar, söhbət hansı, baxın burada indi önəmli məqam budur. Hansı produktdan gedir söhbət? Çünki bu bizdən nə istəyir? Bir quantity istəyir, bir də product istəyir. Tamam, quantity aydın məsələdir ki, tipi quantitydən gələn value-dur. Bunu başa düşürük. Amma yaxşı product nədir? Dostlar, product isə dostlar, bizim baxın həmin bu new order var ha, add olunandan sonraki new order'ın, hansı ki new order'ın özündə saxladığı bu product. Həmçinin elə eyni qaydada new order'ın özündə saxladığı quantity-də bizim üçün yeni bir quantity baxın ola bilər. Və bu şəkildə dostlar, siz artıq nə iş gördünüz? Yəni product cədvəlindən də eyni qaydada reduce quantity deyərək, yəni həm məlumatları order'a əlavə edirsiniz, həm də lazım olan hissədə yəni öz dəyişikliklərinizi apara bilirsiniz. Dostlar, gəlin indi bu hissəyə qədər də bir yoxlamağa çalışaq. Elə birbaşa product cədvəli açıq dursun. Elə mən istəyirəm ki, birbaşa run düyməsini klikləyəm və burada USB cable'dan tamam 23 dənədir. Bundan bir 3 dənəsini alın. Hansı tarixdə? Bu tarixdə customer'da bu olsun. Dostlar, indi baxın, görək həqiqətən də bunu 23-ə dəyişəcəkmi? Add order dediyimiz zaman baxın, gəldi məlumatlarımız düşdü və USB cable'da isə 20-yə qədər azalmış oldu. Demək ki, dostlar, bizim prosesimiz düzgün şəkildə işləmiş oldu. Dostlar, nə öyrəndik bu hissəsinə qədər? Bir danışmağa çalışaq. İlk öncə öyrəndik ki, yəni hər bir repozitori, hər bir iş özünün repozitorisində olmalıdır. Yəni ki, mən reduce quantity-ni, yəni product'ın reduce quantity-sini azaltmaq istəyirəmsə, bunu mən başqa bir table-da, başqa bir və yaxud ki, repozitorda yazmamalıyam. Çünki bəzən yoldaşlarımız düşünür ki, yəni prosesin başlanğıcı tutaq ki, bu user formdur. Elə nə lazımdırsa bunların hamısını burada eləyək. Yox, ehtiyac yoxdur dostlar. Class modulun, ümumiyyətlə bu class anlayışının da əsas məsələlərindən biri budur ki, siz hər bir işi öz klassına həvalə etməlisiniz. Yəni ki, mən əgər məlumatı quantity-ni azaltmaq istəyirəmsə, mən artıq burada reduce quantity-ni yeyib də orders-ın içərisinə yazmaram. Və ya ki, hər hansı bir ordera, yəni order cədvəlinə hər hansı bir məlumat əlavə edirəmsə, bunu gətirib də başqa bir yerdə yazmağım artıq düzgün deyil. Əksəriyyətlə dostlar, bəli, texniki olaraq bəlkə də sizin prosesiniz işləyəcəkdir bir şəkildə, amma yəni səliqəsizlik olacaqdır və xüsusilə də genişlənə bilən bir kod olmayacaqdır və bu da çox önəmli bir məsələdir. Çünki siz artıq order'ı, yəni add metodunu order'ın içərisinə yazdığınız anda artıq bunu ancaq buradan da idarə edib də istifadə edə biləcəksiniz və hər tərəfdən əl tutanlığınız olacaqdır. Tamam dostlar, bu da yəni add order məsələ, yəni ümumiyyətlə məlumatın və satışın gerçəkləşdirilməsi idi. Təbii mən burada bitirmək istəmirəm dərsi. Bir neçədən də nümunə göstərmək istəyirəm. O nümunələrdən biri budur ki, dostlar, misal üçün fikir verin, burada bizim əslində bir dənə problemimiz var. Nədir bu? Gəlirəm buradan hər hansı bir tarix seçirəm və biraz quantity seçirəm 14 dənə. Peki wireless mouse deyəndə, baxın dostlar, mənim seçdiyim quantity, almaq istədiyim miqdar 14 dənədir. Lakin cari olaraq 10 dənə bizim əlimizdə məhsul var. Tamam. Yaxşı, mən belə olduğu təqdirdə ala bilmərəm axı. Yəni 10 dənəsini alıram, 4 dənəsi çatışmır. Bəs nə baş verməlidir? Gəlin baxaq. Dostlar, add order dediyim zaman baxın 14-ü qəbul edir. Hələ bizim database-imizin özündə də baxanda fikir verirsiniz, onu mənfiyə salmış oldu. Bu da dostlar əslində düzgün bir anlayış deyil, düzdürmü? Biz nə etməliyik? Hər hansı bir nöqtədə mi deyim və ya ki, ümumiyyətlə bir yerdə biz xəta və ya ki, istifadəçiyə bir mesaj verməliyik ki, yəni sən bunu seçə bilmərsən. Baxın dostlar, gəlin indi bunu da etməyə çalışaq. 5 yazıram bura, az bir miqdar olsun. Biz bunu harda eləyəcəyik? Dostlar, işin yenə fəlsəfəsinə qayıtmaq istəyirəm. Ümumiyyətlə, məlumatın, yəni add olunması, tamam, məlumatın add olunması orders'ın üzərinə düşür. Product'da reduce olunur və user formlar isə ancaq və ancaq user formun özü də sadəcə istifadəçidən yəni məlumatı alıb da bu prosesi database kontekstə göndərən bir ara üzdür, bir interfeysdir, tamam mı? Yaxşı, mən burada necə ki, bayaqları özümə qayda qurdum ki, nə add eləyəcəm, nə başqa bir şey eləyəcəm. Sadəcə məlumatları alıb göndərəcəm. Yaxşı, hara göndəririk? Gəlin baxaq. Orders add hissəsinə. Gəlirəm orders'ı, yəni repozitorunu açmağa və add metoduna baxmağa. Dostlar, aydın məsələdir ki, add metodu bu məlumatı əlavə edən deməli bir prosesdir. Bax, həmin bu anda da biz artıq qərar veririk ki, bu yoxlamanı, yəni quantity-nin
düzgün şəkildə göndərilib göndərilməməsini, tamam, biz harda yoxlayaq? Əslində biz bunu burada da yoxlaya bilərik, tamammı? Mən məsəl üçün gəlib yazarım ki, ən uzağı burada bir yerdə if əgər yəni bizim istifadəçimizin yazdığı quantity ilə produktımızın cari quantitisi arasında yəni bir yoxlama eləyərəm, böyükdürmü, kiçikdirmi və ona görə bir qərar verirəm. Amma aydın məsələdir ki, dostlar, bu yoxlama axı buranın yeri deyil. Yəni bu mənim user formun vəzifəsi o yoxlamalarını aparmaq deyil axı. Mənim user formun məqsədi odur ki, məlumatları oradan götürür və qarşı tərəfə göndərir. Dostlar, product reduce quantity heç bu işə dəxli yoxdur. Çünki niyə? Bu məlumatı sadəcə quantitini azaltmaqla görəvlidir. Nə ona mən nə göndərəcəmsə, onu da azaldacaqdır. Bax dostlar, bu iş əslində birbaşa add metodunun üzərinə düşür. Çünki add metodu ən böyük məsuliyyət daşıyır buradakı. Yəni mən bu məlumatı add edəcəm yoxsa yox. Çünki bundan sonra bu add metodundan sonra yeri gələndə reduce quantity gəlir, nə bilim array-in update olunması gəlir və s. Bax bu anda biz artıq nə etməliyik? Öz yoxlamamızı deməli mütləq şəkildə aparmalıyıq. Yaxşı, bu yoxlamanı necə eləyəcəyik? Gəlin baxaq. İndi dostlar, biz burada təbii bizə new order vasitəsi ilə həm baxın canlı dedikdə yəni bizim istifadəçimizin göndərdiyi quantitilər də göndərilir, tamam? Və həmçinin həmin bu new order'ın içərisində cari produktın özü də göndərilir, tamam? Bax biz bu iki produkt, yəni quantity və product arasında əslində yoxlamamızı gerçəkləşdirə bilərik. Dostlar, gəlirəm burada nə deyəcəm? Misal üçün if deyəcəm əgər, bir də bunun düsturuna da baxaq təbii ki də yazmamışdan öncə. Aydın məsələdir ki, biz dostlar bizim problemimiz nə zaman deməli gerçəkləşir? Mənim istifadəçimin, yəni deməli baxın istifadəçinin quantitisi, yəni istifadəçinin daxil etdiyi quantity mənim cari quantitydən böyük olduğu müddətcə bu məndə bir problem yaradır. Yəni ki mən ta ki istifadəçim 10 seçibdir və cari quantity elə 10'dur. Bunda bir problem yoxdur. Amma cari istifadəçim ta ki seçibdir 12, məndə cari quantity 10'dursa bu artıq problem yaradacaqdır. Yəni ki dostlar, bax bu düstur bizim üçün yəni problemin olduğunu göstərir. Elə mən bu problem üzərindən də artıq errorumu atmağa çalışacağam. Dostlar, if deyəcəm. Keçən dərsdə öyrəndiyimiz error handling-nə eləyəcəm təbii ki də. Nəyi? İstifadəçinin quantitisi. Yəni bu new order-ın içərisində olan bu quantity ki, əgər böyükdürsə, elə bu new order-ın içərisində olan bu produktın quantitisindən əgər böyükdürsə, then nə baş versin dostlar? Error, bir dənə rise, bir dənə error ataq. Number olaraq 555 yazıram, belə bir şey. Source-a ehtiyac yoxdur. Description olaraq da quantity deməli can not be more than və yaxud da ki, belə bir şey yazmayaq. There is not enough deməli product in store. Belə bir deməli xəta da atmış olaq. Hansı ki dostlar, bu gələcək burada error rise deyəcək. Yəni əgər xəta varsa nə baş verəcəkdir artıq? Yəni gerisini təxmin edirsiniz, bir error atmış olacaq. Yaxşı dostlar, bu erroru gəlin bir dənə atmağa çalışaq. Görə həqiqətən də düzgün şəkildə çalışırmı? Gəlib dostlar run düyməsinə klikləyəcəm. Təbii ki də burada run düyməsinə klikləyəcəm və burada sales date deyərik. Biraz bir sales date seçək, quantity deyək. Product olaraq wireless mouse seçək. Təbii biraz artıq yazaq və customer olaraq Alice Johnson yazaq. Və dostlar, order dediyimiz anda indi fikir verin. New order quantity 9'dur, amma new order'ın quantity 5'dir. Bu diğerindən böyük olduğu üçün nə baş verir artıq dostlar? Baxın, error rise atmış olacaqdır. Təbii dostlar, bizim istifadəçimiz bu şəkildə bir erroru, yəni belə deyək, görməsi düzgün deyil. Biz bunu həmçində harda bir yerdə tutmalıyıq. Dostlar, tutacağımız nöqtədə haradır? Baxın, əsas önəmli məqamlardan biri budur. Biz məlumatı alırıq və bunu add etməyə çalışırıq, tamam? Bax, bu add bölməsində bir problem yaranda yerindəcə bu çökməlidir. Yəni ki, biz əslində erroru tam da burada tutmalıyıq. On errorda go to belə bir error handler yazacağım. Tamam, handler, hətta handler yazaq bu şəkildə. Bu error handleri də bu prosesin ən sonuna, yəni ki, bura yazmış olacaq. Çünki dostlar, mən istəyirəm ki, bu error ilə error handler arasında olan hər hansı bir deməli prosesdə bir xəta baş verəcəksə, yəni digəri, yəni özündən sonraki çalışmasın. Yəni misal üçün gəlib burada quantity problem yaranda digərləri çalışmasın. Add prosesində problem yarananda digər çalışmasın və s. və axır. Dostlar, error handler deyəcəm və əsas məsələ burada indi nə edirik?
number. Misal üçün bərabərdirsə 555-ə və yaxud da ki daha ümumi bir şey yazaq. 500-dən böyükdürsə then nə baş verməlidir? Message box vasitəsilə bizim istifadəçimizə bu description-ı, hansı ki bizim yazdığımız bu description-ı biz görməliyik. Dostlar, baxın indi run düyməsindən klikləyirəm. Misal üçün gəldim, hər hansı bir tarix, bu şəkildə bir miqdar seçirəm, həmçinin Alice Johnson seçirəm. Dostlar, add order deyəndə, baxın, there is not enough product in store yazır. Bu məlumatı fikir verirsinizsə, heç bir şəkildə, yəni orders cədvəlinə əlavə etmir. Təbii ki də database kontekstdə yenilənməyəcəkdir. Lakin dostlar, bir dənə indi burada kiçik bir məsələmiz də var. Fikir verirsinizsə, new order burada aydın məsələdir ki, yəni burada yaradılır. Yəni burada tam yaradıldıqdan sonra gəlir add bölməsində nəsə bir xəta baş verir, düzdürmü? Mən istəyirəm ki, həmçində bir məsələ var. Bu xəta baş verir, yəni və səhifəyə yazılmır. Plus səhifədən də elə ki Emodos deməli array-nə deməli qaldırılmır və ya ki Emodos array-nə daxil edilmir. Yəni database kontekst içərisində biz onu görə bilmirik. Yəni ki uzun sözün qısası dostlar, bu new order obyekti yaranır, add olunmadan da elə ki havada qalır bir növ, yaddaşda boş-boşuna yer tutur. Baxın, əgər belə bir problemlə qarşılaşırıqsa, yəni ki biz new order-ı xəta səbəbi ilə əlavə edə bilmiriksə, elə bax bu message box, yəni daha doğrusu error handler bölməsində də bu set deyib də set new order deyib də biz onu yerindəcə əslində öldürməmiz daha düzgün olacaqdır. Dostlar, bu şəkildə yəni ki bir iş görmüş olacaq. Tamam. Zaten obyektin özü, yəni ki bu service order'ın özü nothing edildiyi anda içərisində olan product'ı da customer'da nothing edəcəkdir. Necə dostlar? Onu da bir təkrar olaraq göstərəm. Çünki order'ın özündə dostlar class yəni terminate olduğu zaman baxın product'ı, hər iki product'ı yəni nothing edəcək deyə bir şərt yazmışıq. Hətta gəlin yoxlayaq dostlar. Gəlirəm, run düyməsindən klikləyirəm. Hər hansı bir tarix seçirəm. Quantity bir wireless mouse seçirəm, bir dənə də belə bir şey seçirik və add order dediyimiz anda there is not enough product in store deyəcəm. New order nothing deyir. Baxın, gedir həmin onları da həmçinin təmizləmiş olacaqdır. Dostlar, tam prosesimiz düzgün bir şəkildə çalışmış oldu. Təbii dostlar, siz bunu quantity üzərindən də apardım. Aydın məsələ ki, siz bunu sadə tiplər üzərindən də əslində apara bilərsiniz. Hansı ki, sales date, misal üçün 09.04-dakı elə bir tarix var ki, burada bu tarix cari tərəfdən qabaqda olmamalıdır. Hətta gəlin onun da üzərində bir dənə işləyək. Yəni sonuncu prosesimiz də bu olsun. Yəni mən run düyməsindən kliklədiyim anda fikir verin dostlar. Mənim elə bir ki sales date'lərim var. Yəni hal-hazırki cari olaraq tarix 13 apreldir. Yəni bu maksimum 13 aprel olmalı. Yəni 14 apreldə gəlib də yəni ön tarixə bir dənə satış edilməməlidir. Arxaya edə bilsin, problem deyil, amma ön tarixə bir satış edilməməlidir deyə bir şərt də qoya bilərsiniz. Dostlar, eyni qaydada user form sadəcə məlumatları almaq üçün istifadə olunursa, eyni qaydada misal üçün biz bunu artıq qərar verməliyik ki, bu hansı anda yəni deməli bu xətanı atmalıdır. Dostlar, bu sadə bir tip olduğu üçün, yəni ki konkret cari yəni vəziyyət olmadığı üçün. Bir dənə burada indi işin fəlsəfəsinə getməyə çalışıram. Biz bayaqları burada yəni hansı ki deməli order yox, hardaydı bu? Order repository ISO. Order repository'də biz quantity'ləri yoxlamasını etdik ya, düzdürmü? Bu order quantity'də yəni deməli bu cari olan quantity, yəni ki bizim deməli produktın zaten cari olaraq məlumatları olduğu üçün biz bunları repository içərisində etməyə məcbur idik. Çünki niyə? Bu məlumatların hər biri repositorydə artıq toplandığı üçün yəni biz gedib oraya müraciət etməliydik. Lakin bu sales date var ha. Bu sales date tamam sonradan yəni göndərilən. Lap dəqiq desək dostlar, yəni yeni daha doğrusu yaradılan, yəni bizim order cədvəlində olmayan bir orderın, yeni bir deməli satışın tarixidir. O səbəbdən biz bunu gedib də order cədvəlində, produktda olduğu kimi yəni order cədvəlində gedib də bir yoxlama eləyəsi deyilik. O səbəbdən bunu orderda deyil də, bunu birbaşa elə yəni order repository deyil də birbaşa bunu orderın özündə etməliyik. Çünki order nə idi bizim sales orderımız? Sadəcə yeni obyekti yaranarkən əsasən bizə istifadə olunurdu. Və ya ki, olan yəni, məlumatları obyektə çevirmək üçün, yəni bir blueprint, bir çertyoz sayılır. Bax, bu sales date bölməsində artıq biz həmin yoxlamamızı eləyə bilərik. Dostlar, düsturumuz necə olacaqdır? Yəni, bizim problemimiz nə zaman ortaya çıxır? Hansı ki, göndərilən sales date,
əgər bizdə cari datedən deməli böyükdürsə. Yəni ki, məsələn, bugün ayın 13-dür. Mən bura 14 yazanda bizə problem çıxmalıdır. Əla. Gəlin indi onun üzərindən yazmağa çalışaq. Və dostlar, deyəcək ki, sales date əgər böyükdürsə cari datedən then error.rise deyəcəm. Bu da 556 olsun. Belə bir açıqlama olsun, yəni nömrəsi olsun. Description olaraq da sales date deməli cannot be more than deyək və yaxud da ki, necə bir İngilis dilin burada tam yaxşı olmadı. Sales date cannot be more than yazaq da başa düşəcəyimiz olsun. More than current date. Məsələn, belə bir yazacağam. Yəni məsələ o deyil də sadəcə burada xətanı çıxartmaq istəyirəm. Bu şəkildə bir yazılış yazdıq. Fikir verir dostlar, yenə eyni qaydada çox qısa kodlar vasitəsilə yazdıq. İndi yenidən bunu bir çalışdırmağa çalışaq. Run düyməsini klikləyəcəm. Hardasa xəta getdi deyəsən. Get orders və s. deyəsən əlavə edib bilmədik. Bir dənə baxaq görək bunun məqsədi, demək problemi nədir? Hə, çünki biz artıq burada baxın sales date-i axı eləmişik. Biz elədik. Böyük ehtimal ki, burada qabağa keçən tarixlər var. Baxaq. Əslində qabağa keçən tarix yox kimi görünür, amma hə var. 16-sı var, hətta 30-u da var. Yəni bunları dəyişdirək bu şəkildə. Artıq biz burada yoxlama etmişik deyə tarixlərimiz qabaqda olmamalıdır və run düyməsinə klikləyək, artıq gəlsin. Baxın dostlar, indi misal üçün mən 14-ü seçirəm, yəni bir qabağa verirəm. Quantity olaraq bu qədər, wireless bu qədər, does not bu qədər və add order deyəndə baxın dostlar, nə yazıb? Sales date cannot be more than current date. Fikir verdiniz? 14-ünü seçdiyim üçün belə oldu. Əks təqdirdə ən azından indiki tarix seçəsi olsam, prosesim düzgün çalışacaqdır. Eyni qaydada 12 deyirəm. Bu da eyni qaydada çalışmış olacaqdır. Fikir verir dostlar, heç bir şəkildə heç bir problem yaşamamış oluruq. Dostlar, bir də bir məsələyə diqqətini çəkmək istəyirəm. Bunu deyəsən unutmuşuq, amma yenidən etməyə çalışaq. Problem deyil. Fikir verin, biz satış etdikcə, misal üçün, baxın 12 dənə idi, 5-ini satdım. Burada yenə 12-dən göstərir. Əslində mən bunu dəyişdirib də yenidən buna əlavə eləsi olsam, bu fikir verirsiniz current, yəni vəziyyəti gətirəcəkdir quantitisini. Amma bunu mən ikinci və seçməyə gərək qalmasın. Hətta bunu mən add order dedikdən sonra həmən yerindəcə bunu update eləmiş olsun. Bax, bunu necə eləyəcək? Gəlin bir baxmağa çalışaq. Dostlar, bu new order, yəni deməli formu içərisində biz baxın user form activate yazmışıq, nə bilim fill orders və s. yazmışıq. Həmçinin burada da işlərimizi görürük. Gəlin elə bunun bir hissəsində biz həmin o text box'ın deməli update olunmasına dair də yəni bir proses yazaq. Yalnız ki dostlar, gəlib burada belə bir şey deyə bilərik. Private sub sırf yəni bu text box'un update olunmasına update deməli current deməli quantity. Dostlar, belə bir yazılış yazacağım. Update current quantity. Nəyi update edəcək dostlar? Tipi current quantity'nin deməli value'su. Tamam. Dostlar, əksinə bir dəqiqə. Buna ehtiyac yoxdur əslində. Çünki indi yazılmışdı. Bizim burada zaten combo product change var ha. Combo product change zaten həmin onu belə baxanda update edir də. Ehtiyac yoxdur dostlar. Sadəcə bunun özünü çağırmamız bizə kifayət edəcəkdir. ISO. Bunu yaxşı oldu gördüm. Məsələn, call hansı ki fill order list demişik. Elə call product change desək də yəni həmin onu çağırmış olacaq. Dostlar, bunu da harda elədim? Baxın, add metodu. Yəni add düyməsi edildikdən sonra, yəni klik edildikdən sonra. Düşünürəm ki, bunu məncə update etməlidir. Gəlin bir baxaq, olmasa çarəsinə baxarıq. Dostlar, run düyməsindən klikləyirəm. Misal üçün gəlib seçirəm ən az bir yenə eyni qaydada tarix. Quantity bu qədər, wireless mouse 5 dənədir. Başqa bir şey seçək, 15 dənə olsun. 5-ini satsam, burada 10 qalmalıdır. Gəlin görək dəyişəcəkmi? Add order deyəndə, baxın, həqiqətən də dəyişmiş oldu. Bir dəfə də eləyirəm, 5 olur. Bir dəfə də eləyəndə 0 olmuş olacaqdır. Super. Dostlar, demək ki, bizim prosesimiz düzgün şəkildə çalışır. Hətta bir dəfə də order deyəndə artıq enough olduğunu göstərir və s. Dostlar, bu şəkildə artıq mövzunu yekunlaşdırdıq. Videonun başında dediyim kimi, yəni bu sadəcə bir new order'ın əlavə edilməsi ilə bağlı olan proseslər idi. Üzərindən keçmək gərəkirsə, biz DB context, yəni class deməli modul üzərindən bütün proseslərimizi icra etdik. Yəni gördüyünüz üzrə, hansı ki bütün proseslərdə fikir versəniz, ya obyektlərlə, ya obyekt repozitorlarla, və yaxud da ki birbaşa DB context-in özü ilə birbaşa yəni bir əlaqə yaratdıq. Yəni qəti şəkildə heç bir şəkildə, yəni hansı bir səhifə ilə birbaşa biz user formlar içərisindən bir əlaqə yaratmadıq. Bu da işin ən əsas məqamlarından biridir. Təbii dostlar, siz bundan əlavə yəni
başqa işlər də görə bilərsiniz. Hətta mən videoyu bağlamışdan öncə, təbii biz ancaq burada new order və s. add və s. edirik. Mən istəyirəm ki, siz bundan əlavə remove order var burada. Hansı ki, bu remove order user formunu da eyni qaydada özünüz etməyə çalışasınız. Təbii ki, nəsə bir çətinliğiniz olduğunuz zaman mənlə əlaqə saxlayın. LinkedIn hesabımı bilirsiniz. Update order yəni həmçinin update orderımız da var. Seçilən, yəni ümumiyyətlə edilmiş satışda nəsə bir səhv olduğu zaman quantity'sində, productında və ya nəsə bir ümumiyyətlə olmamalıdırsa burada, yəni bunu buradan update edə bilərsiniz. Bunu da yəni düşünürəm ki, yəni bu DB Context vasitəsilə etməyiniz yəni sizin üçün asan olacaqdır və bu şəkildə yəni bunları edə bilərsiniz. Dediyim kimi dostlar, mən bu videonu bağlamışdan öncə istəyirəm ki, təkcə user formlarla deyil də, hətta DB Context'i başqa cürə də istifadə edək. Hansı ki, məsələn, bizdən belə bir şeylər tələb oluna bilər ki, tutaq ki, bizdən tələb oluna bilər ki, ümumiyyətlə, indiyə nə qədər tutaq ki, toplamda məhsul satışı edilibdir. Bunu bizə bir göstər. Belə bir yəni, tələb qoyula bilər bizə. Yəni, bunu da göstərək. Hansı ki, immediate window pəncərəsi üzərində bunu göstərəcəm. Yəni ki, burada görmüş olsun. Və bunun üçün deməli, public sub report 1 deyəcəm bunun adına. Tamam. Hansı ki, bu bizə nəyə göstərir? Satışın ümumi, deməli, miqdarını göstərəcəkdir. Dostlar, satışın miqdarını tapmaqdan ötürü təbii ki də biz ümumiyyətlə birinci order cədvəlinə gəlib çatmalıyıq. Təbii ki də order cədvəlini çatmaq dedikdə səhifə gəlib müraciət edəcəyik deyirik. Bu işi bizim üçün görən zaten kim var? DB Context adında bizim bir as new CLS DB Context deməli metodumuz, daha doğrusu klassımız var. Və DB Context içərisində dostlar biz gəlib də orders'a çatacağıq və dostlar bu orders içərisində elə bir metod olmalıdır ki, o bizə həmin o cəmini tapsın da versin. Dostlar, o səbəbdən bu işləri biz təbii ki də məlumatı birbaşa order repozitordan əldə etməliyik. Dostlar, add demişik, get by report demişik. Bir də bunun altına gəlirəm, ən aşağı tərəfində belə bir function əlavə etmək istəyirəm. Niyə function əlavə edirəm? Çünki mən orada konkret bir hesablamanı eləyib də geriyə məlumatı qaytaracağım. Tutaq ki, total quantity yazacağım bura. Mənə total quantity-ni hesablasın və geriyə də elə bir misal üçün bir long kimi də və ya bir integer kimi də yəni geriyə qaytara bilər. Dostlar, mən bu hesablamaları etməkdən ötürü nə etməliyəm? Mütləq şəkildə orders üzərində deməli addımlamanı etməliyəm. Düzdürmü? Hər birini kumulativ toplama eləyərək bu şəkildə üst-üstə gəlməliyəm. Dostlar, bunun üçün təbii ki də biz orders üzərində addımlama etməliyik. Bunun üçün dostlar, deyim i as bir long deyək. Tamam, for i deməli L-bound hansı ki M-orders üzərində adımlayır və hara qədər U-bound-a qədər deməli addımlasın. Eyni qaydada M-orders deyəcək və next i. Dostlar, bu məlumatlar, yəni toplanmış məlumatları bir yerdə tutmağım üçün mənə də bir dənə də result long tipində bir dəyər lazım olsun, yəni lazım olacaqdır və result bərabərdir result plus M-orders'ın, dostlar, M-orders özündə yəni i-ci indeksində nəyi saxlayır? Bir order deməli obyektini saxlayır. Onu da içərisindən quantity-yə çata bilərəm. Dostlar, bunu hesablamasını etdikdən sonra keçirəm. Total quantity bərabərdir result olmuş olacaqdır. Dostlar, əslində kodumuz baxın bundan ibarətdir. Yenə dostlar, fikir versənizsə, database kontekstinin və repozitor klasslarının bu koda necə optimallıq qazandırdığını eyni qayda görə bilərsiniz. Artıq mən dostlar gəlib də burada nəsə başqa bir şey etməyimə ehtiyac yoxdur. DB context sadəcə nöqtə deməli orders deyəcəm və buradan da total quantity-yə müraciət etdiyim zaman bu mənə gelib də total quantity-nin hamısını gətirib gələcək. Dostlar, yoxlayaq. F5 düyməsini klikləyəndə baxın mənə 72-ni vermiş olduq. Gəlin dostlar, baxaq həqiqətən 72-dirmi? Aşağıya doğru gəlirəm, samam etdiyimiz zaman 72 olduğunu görə bilərsiniz. Dostlar, biraz daha yəni qəliz bir hesablama da etmək istəyirəm sizinlə bərabər. Necə ki biz burada hansı ki indi nəyi yazdıq? Deməli biz sadəcə total quantity hesabladıq. Təbii ki də bizdən bəzən belə bir şey tələb oluna bilər ki, total gəlir nə qədərdir? Yəni əsas gəliri də hesablamağı bizdən tələb edilə bilər. Gəlin onun üçün də belə bir şey eləyək. Public function total revenue olmuş olsun. Dostlar, ümumiyyətlə total revenue hesablaması dedikdə geriyə təbii ki də bir double qayda bilər. Çünki rəqəm bizim burada bəzi məhsullarımızın unit price'ları və sales price'ları qəpiklərlə yəni ifadə olunubdur. Ümumiyyətlə yəni
bir total, yəni revenue dedikdə burada söhbət nədən gedir bir baxmağa çalışaq. Ümumiyyətlə baxın dostlar, bizim order cədvəlimizdə, yəni satışlarımızın cədvəlində fikir verirsinizsə bizim quantitlərimiz var. Yəni mən normalda dostlar, yəni normalda baxın belə bir şey göstərmək istəyirəm sizə. Bir revenue hesablaması etməyim üçün əslində ən azından satış miqdarını, yəni quantity-ni vurmalıyam unit price-a. Yəni onu daha doğrusu üzr sales price-a. Yəni bunun satış dəyərinə. Tamam. Və onun eyni miqdarını, yəni satıldığı qədər də nəyə vurmalıyam? Yəni unit price-a. Və bunları bir-birindən nə etməliyəm? Çıxmalıyam, düzdürmü? Bax, bu bizə nəyi qaytaracaqdır? Əslində bu düstur bizə, yəni revenue-ni qaytarır. Yaxşı dostlar, quantity-miz bizim elə bu M order-sının içərisində olan quantity, düzdürmü? Və yaxşı sales price-lə unit price-ı hardan əldə edəcəm? Bax, əsas məsələ budur. Dostlar, bu da əslində cavabı çox asandır. Hansı ki, biz zaten M order-sının içərisində orderlardan olan klassları saxlamırıqmı? Və bu klasslar da, yəni bu obyektlərlə özlərində produktı və customer saxlamırmı? Misal üçün, ən azından produktı saxlamırmı? Bu produktın özü də, öz içərisində dostlar, həm unit price-ı, həm də sales price-ı zaten saxlayır. Dostlar, biz demək ki, sadəcə, yəni lazım olan nöqtədə gedib həm quantity-yə, həm deməli sales price, həmçində unit price-a çata biləcəyik. Gəlin dostlar, başlayaq. Dostlar, bizə burada eyni qaydada result və bu döngülər də lazım olacaqdır. Sadəcə resultun dəyərini double yazaq, çünki qəpik məsələsi də ola bilər bizdə burada. Və bunun üzərində, yəni M ordusu üzərində addımlayaq. Dostlar, və result bərabərdir, əslində silməmə ehtiyac yox idi. Result bərabərdir, result plus deyək və burada başlayaq birinci düsturumuzu yazmağa, yəni quantity-ni. Dostlar, M order'sın 20-ci dəyərindəki quantity bizə lazım olan həmin quantity-dir. Və bu vurulsun nəyə? Baxın, burada sales price. Dostlar, sales price isə yenə eyni qaydada M order'sın içərisində olan 20-ci indeksdə və orada da bu produktın, baxın, sales price-na gəlib çata bilərik. Aydın oldu mu dostlar? M order'sın içərisində product var, onun da içərisində nə var? Sales price. Dostlar, bu bizim birinci düstur. Sonra ikinci hissəsində isə yenə eyni qaydada quantity vurulsun M product'ın unit price-ına. Dostlar, biraz optimallaşdırma da etmək olar belə əslində prinsipə. Necə ki, burada biz nəyi optimallaşdıra bilərik? Ən azından M order'sı misal üçün optimallaşdıra bilərik. Tamam. Gəlin burada bu M order'sı buradan aradan çıxardaq. Necə ki, with deyək burada və bunu da end with deyək burada saxlayaq. Dostlar, M orders deyək. Yəni buradan bunu silək. Biraz daha optimallıq qazansın. Baxın dostlar, artıq daha bir düzgün bir şəkildə olmuş oldu. Hətta dostlar, yox, etmək olmayacaq. Çünki burada product alınmayacaq. Çünki burada quantity birbaşa M orders'dan gələn bir anlayışdır. Dostlar, baxın, quantity vurulsun, yəni M orders'ın quantity vurulsun, sales price-a, bir də çıxılsın, o da vurulsun unit price-a. Yəni quantity vurulsun unit price-a. Bu bizə həmin total revenue-nu qaytarmalıdır. Bərabərdir dostlar. Deyəcək nə? Result. İndi isə gəlin yoxlayaq. Bunu birbaşa buradan da eləyə bilərik. Amma yeni bir sub prosedur yaradaq. Necə ki, digərində yaratdığımız kimi. Və deməli, DB context demişik. Təbii report 2-dir bura. Satışın ümumi miqdarı deyil də, ümumi artıq burada gəlir əldə etmişik. DB context, orders və total quantity əvəzinə biz burada total revenue-nu hesablamış olacaq. Dostlar, F5 deməsin klikləyəndə 692.13 yəni qədər bir revenue əldə etdiyimizi də biz burada görə bilərik. Dostlar, ümid edirəm ki, düzgün şəkildə hesabladıq. Burada biraz düsturda optimallaşdırma aparmaq olar. Dostlar, əslində vuruqları biz, yəni quantity-ni biz kənara çıxarmış olsaq, əslində bu işi daha da optimallaşdıra bilərik. Necə ki, mən buradan istəyirəm ki, quantity-ni buradan silim. Birbaşa sales price-dan unit price-ə çıxıb da elə birbaşa bunun özünü quantity-yə də vurmaq olar. Düşünürəm ki, bu şəkildə bir riyazi düsturla da bu işi görmüş ola bilərik. Daha qısa yazılması üçün hər dəfə quantity-dən istifadə eləməyək. Yoxlayaq dostlar, F5 düyməsi basanda və həqiqətən də 692.13 olduğunu da görə bilərsiniz. Dostlar, bu da baxın, yəni sadəcə add, update kimi işlərin deyildi. Hətta repozitorilər içərisində müəyyən bu şəkildə hesablamaların aparıldığını da bir sübutu idi. Bu şəkildə göstərməyə çalışdım. Ümid edirəm ki, faydalı bir dərs və kurs olmuş oldu. Dostlar, bununla belə artıq biz class model dərslərini bitirmiş olduq. Ümid edirəm, yenə bir daha demək gərəkirsə, sizin üçün faydalı oldu. Gələn dərslərdə, gələn seriyalarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.